Salamlar əziz şagirdlər. Bu günləri 33-cü TÜBİTAK Matematik Olimpiyatının ortaokul matematik suallarına baxacağıq. Biz bu günləri 20 sual seçmişik. Hər bölmə üzrə 5 dənə sual. Birincisi həndəsə, ikincisi ədədlər nəzəriyyəsi, üçüncüsü cəbir və dördüncüsü kombinatorika olmaq üzrə hər sualdan hər mövzudan 5 suala baxacağıq. TÜBİTAK-ın özündə 32 sual olur, amma videonun həcminə görə həmçinin də bizim Respublika fənn olimpiadalarının yarımfinal turu ilə əlaqəli olmasına görə 20 dənə uyğun səviyyədə sualı seçib bu gün müzakirə edəcəyik. Bu sualları sizinlə kommentariyada paylaşacağım. Yəni əgər videoya baxmazdan öncə özünüzü yoxlamaq istəyirsinizsə, buradakı 20 sualı, yəni 20 dənə sualdır, hər kateqoriyadan 5 dənə sual olmaqla özünüz də yoxlamaq üçün aşağıda linkdə Drive linki buraxacağam böyük ehtimalla. Oradan PDF-in endirib birinci özünüz yoxlaya bilərsiniz. Daha sonra isə videoya baxıb həlləri ilə tanış ola bilərsiniz. Hətta nə qədər doğru və yanlışınız olduğunu da bu cür sınaya bilərsiniz. Gəlin vaxt itirmədən sualların izahına keçək. İlk iki suala baxaq. Birinci sualda verilib ABC üçbucağının BC, AC və AB tərəfləri üzərində K, L, M nöqtələri götürüblər. Hansı ki BK ilə BM bərabər, CK ilə CL bərabər. BAC bucağında 50 dərəcə veriblər və LKM bucağını soruşur. Gəlin şəkli çəkək. Bu ABC üçbucağıdır. BC, AC, AB'nin üzərində, BC, AC və AB'nin üzərində nə götürülür? K, L, M. Deməli, K-nı belə götürürlər. K, bu L, bu da M. Hansı ki, BK ilə BM bərabərdir, BK ilə BM bərabərdir, CK ilə CL bərabərdir. Tamam. Bizə də verib buranı, yəni BAC bucağına 50 dərəcə. Bizdən soruşur LKM-i tap. Əgər LKM-i tap deyirsə, zaten ağlımıza avtomatik gəlir ki, bu LKM-ləri birləşdirib bu X bucağını tapmalıyıq. O X bucağını keçmədən qabaq, gəlin, fikir verirsinizsə, burada bərabər yanlış bucaq var, burada bərabər yanlış bucaqlar var. Biz bunları işlətmək istəyirik və bu X bucağına çatmaq istəyirik. Ona görə də rahatlıq olsun deyə bunu deyirəm 2 beta, buna deyirəm 2 gamma. Birinci üçbucağın daxili bucaqlarının cəminə görə, yəni 50 üstü gəl 2 beta üstü gəl 2 gamma bərabər 180. Biz buradan rahatlıqla tapa bilərik ki, beta üstü gəl gamma 65-ə bərabərdir. Daha sonra gəlin görək bu x-i beta ilə alfadan asılı verə bilərəmmi? Bərabər yanlı üçbucaq olduğu üçün oturacağı bitişik bucaqlar olacaq. 90 çıxılsın beta və 90 çıxılsın beta. Birini yazsam kifayətdir. Həmçinin CKL də bərabər yanlı üçbucaq olduğu üçün oturacağı bitişik bucaqlar nə olacaq? 90 çıxılsın gamma. Tamam. Baxın, 90 çıx beta, x, 90 çıx gamma. Biz buradan nə deyə bilərik? Açıq bucağın dərəcəsi 180 dərəcədir. 90 çıx beta, 90 çıx gamma varsa, biz buradan avtomatik taparıq ki, nədir? X bərabərdir, gamma üstü gəl beta olmalıdır ki, onların cəmi 180 eləsin. Və biz bayaqları üçbucağın daxili bucaqlarından tapmışdıq ki, bu 65-ə bərabərdir. Keçək növbəti suala. Bir trapesiya verib, gəlin elə sualı oxuya-oxuya şərti oxuya-oxuya sualı da çəkək. Bir ABC'dir. Buradan başlayacağım. A, B, C, D trapesiyası verib. Türklərdə yamuq trapesiya deməkdir. AB tərəfi üzərində K və L nöqtəsi götürürlər. K nöqtəsi A ilə L-in arasında olmalıdır. Yəni K burada olacaq. L də burada olacaq. Hansı ki 2CD, 3BL, 2CD, yəni bu uzunluq 3 dənə BL uzunluğu, 4 dənə AK uzunluğu bir-birlərinə bərabərdir. Və BCD-nin sahəsini veriblər 12. BCD-nin sahəsi 12-dir, amma ondan qabaq verilibdir ki, ABCD-nin sahəsi də 40-dır. Onda bizdən nəyi soruşur? KLC-nin sahəsini tapın. KLC-nin sahəsini tapın. Amma biz bu qədər qarmaşıq getməyəcəyik. Hər şeyi sırası ilə həll etməyə çalışaq. 2CD, 3BL və 4AK. Bunların bərabər olmağı nə deməkdir? Bunu başqa cür necə rahatlaşdıra bilərik? Əgər nisbət mövzuları ilə
nisbət mövzularından xəbəriniz varsa, nisbət mövzuları ilə yaxından tanışsınızsa, biz bunu bir 12x-ə bərabər edə bilərik. Daha 12x-ə yox, hətta 2, 3, 4-ün əkobu nə edir? 12. Gəlin bunları bərabər eləyək bir 12x-ə. Hamısını. Onda CD nə çıxacaq? CD 6x-dir. BL olacaq 4x. 4x. AK olacaq 3x. Tamam. Bu şərtdən qurtulduq. Əslində 6x, 4x, 3x olduqlarını qeyd eləmək üçün verilibdir. İndi bizim əlimizdə 2 dənə məlumat var. ABCD-nin sahəsi, yəni trapeziyanın sahəsi. Üstə gəlinsin BCD-nin sahəsi 12. Biz sahələrlə işləmək istəyiriksə trapeziyadır və hətta bu üçbucaqdır. Bunun sahələrinin hər ikisi ilə işləmək üçün bir dənə hündürlük istifadə edə bilərik. Necə? Həmin hündürlük buradan da çəkilə bilər. Amma mən buradan çöldən çəkəcəm. CD-yə doğru. Xaricdə bir dənə hündürlük çəkirəm. Deməli, bu hündürlüyə bir H deyək. Və bu H-ı həm bu 12-lik sahə üçün, həm də bu 40-lıq sahə üçün istifadə edək. BCD-nin sahəsi 12-dirsə, bu bizə nə verəcək? H vur 6x, yəni CD vur H bölü 2. Yəni 12 bərabərdir nəyə? 2-də 1 H vurulsun 6x-ə. Və biz buradan nə tapırıq? 2 ilə 6 gedir 3x, 3-ü 12-yə bölürük. Burada qalır 4. H x-dən aslında necə çıxır? H bərabərdir 4 bölünsün x tapılır. Tamam. İndi BCD-ni işlətdik, hündürlüyü tapdıq. Bəs trapeziyanın sahəsi necə tapılır? Orta xətt vurulsun hündürlük bizim trapeziyanın sahəsidir. Orta xətti tapmaq üçün aşağı ilə, yəni oturacaqların cəminin yarısına baxmalıyıq. Burada 6x, burada 4x, burada 3x var. Gəlin burada yx olsun. Yəni hər hansısa bir x-in qatı olsun. Bizə rahatlıqla kömək eləsin. Onda SABCD bərabər nəyə? Bərabərdir birinci 40-a verilənə. 40 nəyə bərabərdir? Hündürlük, yəni 4 bölü x, 4 bölü x vurulsun orta xətt. 6x, 4x, 3x və yx-in cəminin yarısı. 2-də, hamısında da x-i çölə çıxardacam. 6, 4, 3-ün cəmi edir 13, üstünə də y gəldik. 13 üstə gəl y vurulsun x. Bu bizim sahədir. X-lar bir-birlərini ixtisar aparır. 2 ilə 4 gedir, burada 2 qalır. Bu 2 ilə 40 gedir, burada 20 qalır. Biz tapırıq ki, 20 bərabərdir nəyə? 13 üstə gəl y-yə. Və biz buradan y-ni tapırıq ki, 7-yə bərabərdir. Əla. Əlimizdəki verilənlərlə ABCD-nin sahəsi, BCD-nin sahəsi və bu verilənlərlə tapdıq ki, əslində elə y 7 imiş. Əsas axtardığımız da budur. Bizə bunu tapmaq niyə kifayət edir? Çünki KLC-nin sahəsini tapırıqsa, gəlin bunu silə bilərik artıq. Tamam. KLC-nin sahəsini tapmaq üçün mən bu üçbucağa baxacam. Bu üçbucaq. KLC üçün. Gəlin burada yazaq 1, 7x. Tamam. Biz demişdik ki, hündürlük nədir? Bu xəttdir. Həmin xətt burada da ola bilər, düzdür? Yenə də H olacaq, paralel köçürmədən. Və bu hündürlük əslində CLK üçbucağının da nə idi? Hündürlüyüdür. CLK-nın da oturacağı verilib 7x. Hündürlüyünü də bilirik ki, 4 bölü x-dir. Onda S CLK bərabər nəyə? 2-də 1 vurulsun hündürlük 4 bölü x vurulsun oturacaq 7x. 2 ilə 4 gedir, qalır 2. X ilə də x gedir, qalır 14. Deməli, axtardığımız cavab nədir? C variantı 14. Bayaqki sualda da cavabımız bu arada 65 idi. Gəlin onu da qeyd edək. Tamam. Keçək növbəti suala. Bir kvadrat verib, yan tərəfinin uzunluğu 8. Gəlin yazaq. Kvadrat. Yan tərəfin uzunluğu 8-dir. Bu arada A ilə B lazımdır bizə. Çox da başqa bir şeyə ehtiyacımız yoxdur. Bir də onların köşegənlərinin kəsişim nöqtəsi O'dur. Yəni, diaqonalların kəsişim nöqtəsi O'dur. Bura O'dur. Kvadratda diaqonallar kəsişəndə 90 dərəcə kəsişir və bunlar da bərabərdir. Tamam.
Bizə deyir ki, bir dənə KL nöqtəsi götürürük AB üzərində, hansı ki BK ilə AL'in fərqi 4-dür. Yəni K-nı burada götürsəniz, L-i burada götürsəniz, məsəl üçün. Bu arada fərqli yerlərdə də ola bilərlər. BK ilə KL'in, AL'in fərqi 4-dür. Deyir KL'in də orta nöqtəsini götürdük. Və deyir ki, KL'in orta nöqtəsinin M-dən, bura M yazaq, O-ya olan məsafə neçədir? Yəni bizdən OM-i soruşur. Tamam. Gəlin, görürsünüz ki, kvadratın çox da bir mənası yoxdur. Bizdən ABO üçbucağına baxmamızı istəyirlər. Bir dənə ABO üçbucağını çəkək böyük şəkildə. Üstündə işləmək daha rahat olsun. Kvadratda işləsək çox balacadır və sərfəsizdir. AB-ni yazaq yenə. Onu yazaq. 90 dərəcəni yazaq. Bərabər yanı olduğunu yazaq. Bu tərəfin 8 olduğunu bilirik. Gəlin bura L götürdük. Buranı K götürək. Tamam. Gəlin birinci bunu tərcümə edək. BK çıx AL 4-ə bərabərdir. Onda gəlin AL olsun X. BK olacaq nə? 4 üstə gəl X. Biz onda LK-nın nə olduğunu tapa bilərik. LK, yəni KL nəyə bərabərdir? AB-nin uzunluğu 8-dir. 8-dir. X-i buradadır. 4x üstə gəl X-i buradadır. Bura nə qalır? 4 çıxılsın 2x. Tamam. Bura 4 çıx 2x-dir. Və bunun orta nöqtəsini götürsəm. M. Orta nöqtəsi olanda bu məsafə nə olacaq? Gəlin bunu ayrıca yazaq. Baxın, bu ortadakı məsafə nə olacaq? 4 çıx 2x-in yarısı, yəni 2 çıxılsın x olacaq. Bura x-dir. Bura 2x-dir. Deməli, AM nəyə bərabərdir? AM-in uzunluğunu tapırıq ki, 2-yə bərabərdir. Onda MB-nin uzunluğu olacaq neçə? 6. Tamam. Əslində M nöqtəsi nə deməkdir? Yəni bu boyda həngamənin əsas məqsədi o olub ki, 2 6 şəkildə böləcək şəkildə, yəni AB-ni 2-nin 6-ya böləcək şəkildə bir M nöqtəsi götürürlər. O-dan M-ə olan məsafəni tapaq. Gəlin tapaq. Əslində buna ehtiyac yoxdur. Bu şəkli bir daha sadəcə elə belə rahatlıq üçün çəkirəm. Çünki onun üzərində işləmək istəmirəm artıq. Bura 2 verib. Bura 6 verib. Bu da 90 verilibdir. Tamam. Mən bu məsələni rahatlıqla eləyəcəm necə? Hündürlük çəkərək. Bir dənə hündürlük çəkirəm. 90 dərəcə. Bu arada həmin hündürlük nəyə bərabərdir? Fikriniz varsa ki, bu 8-in yarısı 4 olacaq da, düzdür? Çünki elə bu xətti uzaqsaq 2 dənə eyni xəttdirlər. Deməli, biri 4-dür. Bu hündürlük 4-dür. Həmçinin həmin hündürlük həm də bərabər yanlı üçbucaqda nədir? Mediandırsa, bura 4-dür. Bunun cəmsi də 4-dür. Və bura 2-dirsə, burada qalır 2. Bu M nöqtəsidir. Mənim axtardığım o M-i tapmaqdır. Bura 4-dür, bura 2-dir. Pifagorla tapıram ki, nədir? O M-in kvadratı bərabərdir 2-nin kvadratı üstə gəl 4-ün kvadratı. O da bərabərdir 20-yə. O M tapılır nədir? Bunun kök altına alsaq 2 kök altında 5 bizim axtardığımız cavabdır. Cavab B variantı. Keçək növbəti suala. 2 dənə paralel xətt verilib L1, L2. Gəlin şəklini çəkək. L1 bir də L2. L1'in üzərində götürüblər P, R, S, T. P, R, S, T. Və L2'nin üzərində götürüblər L və K. Hansı ki LP LR-ə bərabərdir. Bu arada K-nı biraz yaxşı yerə götürməliyəm. LP LR-ə bərabər olacaq şəkildə bir L götürürlər. L burada olmalıdır. KL K-ara bərabər olacaq şəkildə K götürməliyik. Onda K, hərçən ki şəkil necə çəkirsə ki, K yaxşı yerdə olmur. Yəni KL K-ara bərabərdir, düzdürmü? KL K-ara bərabərdir. Onda gəlin K-nı burada götürək. Çünki mənim şəklim üçün burada olması daha vacibdir. K. Deməli, LP LR-ə bərabərdir. Bəli, çəkək bunları. Və buna bir dənə xətt qoyaq. RK bərabərdir KL-ə. Yəni buna da bir dənə 2 xətt qoyaq. Sonra KL K-ara bərabərdir. KL K-ara tapdıq. SR SK-ya bərabərdir. SR SK-ya bərabərdir. Onda bu xətti çiçəksəm.
və bunu bir dənə başqa rənglə işarətləsəm ki, RGB-də işləyirik, düzdürmü? Tamam, bu rəng işimizə yaramayacaq. Təəssüf ki. Tamam, buna 3 nöqtə qoyaq, 3 xətt qoyaq. RS ilə də SK bərabərdir. Bir də son olaraq TS ilə də TK bərabərdir. TS ilə TK da bərabərdir. Elə K-nın burada götürülməyi yaxşıdır. Bura bir dairə qoyaq, bura bir dairə qoyaq. Və son olaraq bu K-nı burada götürdüm. Çünki bizə şərt verilib ki, PL ilə də KT nədir? Paraleldir. PL ilə də KT paraleldir. L1 ilə də L2 paraleldir. Bizdən soruşur ki, bunların daxilində LRS bucağı neçəyə bərabərdir? LRS. Yəni bu bucağı soruşur. Tamam. Məsələdə bucaq yoxdur. Cavabı necə tapa bilərik? Sual verə bilərsiniz. Əgər bucaq yoxdursa, amma çoxlu bərabər yanlı üst bucaqlarımız var. Onların oturacağı bitki bucaqlarına hərflər verək. Yəni qiymətlər verək. X, X. Tamam. Bura Y, bura Y. Bura Z. Bura Z. Bura T. Burada T veririk. Tamam. Rahatlıq üçün mənim xoşuma gəlir bu. Çünki dərəcələrlə işləyə bilərəm, 180 dərəcələrlə. Amma mənim üçün bu daha rahatdır. Biz burada nə bilirik? Birinci L1 L2-yə paraleldirsə, biz burada nə deyə bilərik? X ilə Y bərabərdir. Hətta gəlin Y-dən qurtulaq. Elə X-in ikisinin yerində X yazaq. X, X. Çünki paraleldir. Bu paraleldir buna. Bu X olur. Bu da bərabər yanlı üst bucaq olduğu üçün nə olacaq? X-dir, X-dir. Tamam. İndi burada ZZ var. Gəlin T-ni də tapaq. Əslində T nəyə bərabərdir? Z ilə Z-in cəmi 2Z-ə. Buralar 2Z olmalıdır. Deməli, məsələn, 2 dənə dəyişənə yendirmək mümkündür. 2Z, 2Z. Və mənə lazım olacaq bu hissə. Bu bucaq nəyə bərabərdir? Hətta onu işlətməyəcəm. 2Z ilə 2Z-in cəmi də nədir? 4Z. Bura 4Z-dir, bura X-dir və PL ilə də TK paraleldir. Bir xətt var, bura X-dir, bura 4Z-dir və paralellik var. Biz onda burada nə deyə bilərik? X bərabərdir 4Z-ə. Bunu fərqli yollarla hər cürə tapmaq olar ki, X 4Z-ə bərabərdir. Həmçinin burada da bir əlaqəmiz var. 2X ilə Z-in cəmi də bir açıq bucaq düzəldir. Yəni onların cəmi nəyə bərabərdir? 180-da. X-in yerinə 4Z qoysaq, burada alınacaq 9Z bərabərdir 180. Z bərabərdir 20 tapılır. Eyni məntiqdən X-ə bərabərdir 80. Bəs biz nəyə axtarırdıq? LRS-i. LRS. X ilə Z-in cəmini axtarırdıq. X ilə Z-in cəmi də bizə veriləcək 100. Cavabımız olacaq nə? A variantı. Keçək növbəti suala. Bir ABC üst bucağında AC-nin üzərində bir D nöqtəsi götürürlər. AB ilə AD 13-ə bərabərdir. BD 10-dur və s. Gəlin sualın şəklini çəkək, çünki belə çox oxuya bilərik. Tamam, bura A-dır. Bura B-dir. Bura C-dir. Bir D nöqtəsi götürürlər ki, AB-yə bərabərdir. Yəni, belə bir D nöqtəsi götürək, gözə yarı. Bunlar 13 olacaq. Bərabər yanlı. Və BD də 10-dur. Tamam, BD də 10 verilib. Bizə verilib ki, C-dən AB-yə çəkilən hündürlüyün uzunluğu 16 olarsa, yəni belə bir hündürlük çəksək, bu 16 olsa, gəlin bunu belə çəkməyə xoşumuza gəlməyəcək. Elə HC bərabərdir 16 yazaq. C-dən çəkən hündürlük 16 olarsa, CD-nin uzunluğunu, yəni bu X-ı tapmamızı istəyir məsələ. Tamam. Bu məsələni həll etmək üçün iki variant göstərəcəm. Birini trigonometriya ilə göstərəcəm, birini isə sahə düsturlarının nisbəti ilə göstərəcəm. Necə göstərəcəm? Gəlin baxaq. Birinci gəlin trigonometriya həllinə baxaq. Mənim fikrimcə bu üç bucağın sahəsini tapmaq üçün nə lazımdır? Bu arada məsələ sahə ilə əlaqəlidir. Bunu deyək. Birinci C-dən çəkilən hündürlük və AB-nin uzunluğunu bilirik. Onda biz sahəni tapa bilərik ki, SABC nədir? SABC bərabərdir. 2-də 1 vurulsun 16 vur 13. Yəni 104-ə bərabərdir. Bu fakt bizə lazımdır. Tamam. Bu 104-ə bərabərdir.
Mən həmin sahəni həm də nə ilə ifadə edə bilərəm? Həmin sahə həm də bura alfa desəm, nəyə bərabərdir? Həmin 104 bərabərdir 13 vurulsun 13 üstəgəl x sinus alfa. 13 ilə bu gedir, qalır burada 8. Ya biz buradan tapırıq ki, əslində nəyə bərabərdir? 8 bərabərdir 13 üstəgəl x sinus alfa. Tamam. Kosinus alfa olsa daha rahatlıqla tapardıq, düzdür? Çünki biz ABD üst bucağında 3 tərəfi də bilirik. Kosinus alfanı tapa bilərdik ki, nədir? Kosinus alfanı tapmağın üsulunu bilirik. Sinus alfanı da, amma kosinus alfanı biliriksə, sinus alfanı da tapmaq mümkündür. Tapmanın çox yolu var. Kosinuslar teoremi ilə gedə bilərik. Amma mən bunu fərqli bir yolla göstərəcəm. Gəlin, bir dənə hündürlük çəkək. Hündürlük həm də nə olacaq? Tən bölən və median olacaq. Çünki bərabər yanında üst bucaqdayıq. Bu olacaq alfa bölü 2. Bu da alfa bölü 2. Bu çox qalın oldu. Bura olacaq 5 və 5. Düz bucaqlı 3 bucaqdır. Bura 13'dür. Bura 5'dir. Buranı 12 tapa bilərik. 144 üstəgəl 25, 169 eləyir. Tamam. Alfa bölü 2 var. Mən istəyirəm sinus alfanı tapım, amma sinus alfa bölü 2 verilibdir. Əslində siz trigonometrik düsturu bilirsinizsə, sinus alfa nəyə bərabərdir? 2 sinus alfa bölü 2 kosinus alfa bölü 2. Yəni yarı bucaqlara gedib çıxa bilərik. Normalda sinus 2 alfa bərabərdir 2 sinus alfa kosinus alfadır. 2 alfanın yerinə alfa qoyanda bu düstura dönüşür. Bəs sinus alfa 2 kosinus alfa 2-ni tapa bilərikmi? Bəli. Düz bucaqlı üst bucaqda sinus alfa bölü 2 nəyə bərabərdir? 5 bölü 13. Yəni qarşı tərəf bölünsün hipotenuz. Kosinus alfa bölü 2 isə bitişik bucaq bölünsün 13'ə bərabərdir. Bir dənə 2'miz var. Onda sinus alfa nəyə bərabərdir? 169'da 2 vur 5 10, 10 vur 12 120'ye. Tapdıq sinus alfanı. Gəlin tətbiq edək. Sinus alfa, onda buradan nəticə çıxır nədir? 8 bərabərdir x üstəgəl 13 vurulsun sinus alfa, yəni 169'da 120. Bu kəsiri keçirək sağa. Alınacaq nə? 169 vurulsun 8 bölünsün 120. Tərsinə çevirib keçirik bu tərəfə. Bərabərdir x üstəgəl 13'ə. 120 ilə 8 gedirlər. Burada qalır 15. İndi bu 13'ü də sola atsam x tapıram. Onda x nəyə bərabərdir? X bərabərdir 15'də 169 çıxılsın. 15 vur 13 neçə eləyir? Tamam. Burada bir kiçik səhvlik olubdur. Biz bu sahə düsturunu tapanda, bəlkə də ola bilsin videonun əvvəlində siz qeyd eləməyə çalışmışsınız. Biz burada 2'də 1 sinus alfa düsturunu səhv tətbiq eləmişik. Burada 2'də 1'i unutmuşuq. Vur 2'də 1 var. Elə 2'də 1'i sağa göndərsək, bura 2 düşəcək. Burada 2'də 1 olmalıymış. Həmin 2'də 1'i sola göndərirəm. Əslində burada 16 alınacaqmış. Yəni bunun yerinə 16 yazaq gəlin. Düzəltmək üçün. Tamam. Bu da 16 olacaq. Bu da 16 olacaq. Tamam. İndi 16 ilə işləsək, yenə də 16 ilə 120 ixtisar gedəcək. Amma burada 2 qalacaq bu səfər. Deməli, x üstəgəl 13 bərabərdir. 2 vurulsun 169 bölünsün 15. 13'ü sola keçirəndə 2 vurulsun 169'dan 13 vur 15'i çıxanda nə qalacaq? Elə o da bizim axtardığımız cavabdır. 169'u 2'yə vuranda alınır 338. 13'ü isə 15'ə vuranda 150 üstəgəl 45, 195 alınır. 338'dən 195 çıxanda x bərabərdir neçə tapılır? 15'də 143. Bu da ixtisar getmir. Nə 3'ə bölünmür, nə 5'ə bölünmür. Və bizim axtardığımız cavab buna oxşardır. Cavabımız olacaq Y variantı. Çünki heç birinə uyğun gəlmir. İxtisarda olmur. Bu sualın trigonometrik olmayan versiyası nədir? Əgər aşağı yaş qrupusunuzsa, bu aşağı yaş qrupu sualıdır. Trigonometriyanı yaxşı bilmirsinizsə, məsələn, biz bunu başqa cürdə tapa bilərik. Şəkil çəkək.
üzərində qeyd edeyim yenə. A, B, D, C. Yenə x-i qeyd edək. Yenə 13, 13, onu qeyd edək. Və bu səfər sahənin 104 olduğunu bilirik. Bu səfər yenə bunun da sahəsini bilirik. Çünki bunu bayaq tapdıq ki, hündürlüyü neçədir? 12. ABD-nin sahəsini bilirəm. SABD bərabər nəyə? Bu daha sadə bir həll üsuludur. 12 vur 10 bölü 2 60-dır. Əgər bura 60-dırsa, onda BDC-nin sahəsi nədir? SBDC bərabərdir nəyə? 44-ə. Tamam. Və bizim bir dənə qaydamız var. Bir üçbucaqda çəkilən bir xətt, kəsən deyirik buna. Bu kəsən xətt A-nın B-yə bölürsə bir üçbucağın tərəfini, onda bu üçbucağın sahələri də A-nın B-yə nisbətdə olur. Yəni, S1-in S2-yə nisbəti bərabərdir A-nın B-yə nisbətinə. Səbəbi də hündürlükdən. Yəni, hündürlüklə sahəni tapanda bu A lazımdır, bu B lazımdır. Deməli, sahələrin nisbəti böldüyü tərəflərin nisbətinə bərabərdir. Biz onda B bu tərəfindən çıxan, B təpəsindən çıxan kəsənə baxaq, yəni BD-yə. Üçbucağın sahəsini 13-ün x-ə bölür. Deməli, 13-ün x-a nisbəti ABD-nin BDC-yə nisbətinə bərabər olacaq. Yəni, 60-ın 44-ə. Biz buradan eyni məntiqlə tapacağıq ki, x bərabərdir 15-də. Yəni, bunu ixtisar edək. Burada 15 qalır, burada 11 qalır. 15-də 143. Bu da məsələnin ikinci bir həll üsulu. Hər bir üsul məqbuldur. Yəni, sizin üçün hansı rahatsa, hər ikisini görməniz üçün istədim ki, göstərim. Tamam, bu bizim həndəsə suallarımız idi. Gəlin davam eləyək ədədlər nəzəriyyəsi ilə. Gəlin davam eləyək ədədlər nəzəriyyəsi sualları ilə. Birinci sualda verilib ki, 2025-in kubu ədədinin bölənlərindən, müsbət bölənlərindən neçə dənəsi 375-in bir qatı deyildir. Yəni, həmin bölən 375-ə bölünmür. Gəlin birinci fikirləşək. 2025-in kubunun böləni necə bir ədəddir? Bundan qabaq biz istifadə edəcəyik 2025-in kubunun açılışını. 2025-in kubu bərabər nəyə? 2025 özü 45-in kvadratıdır. Onda bu olacaq 45/6 qüvvətə yüksəldəndə. 45-in yerinə də nə yaza bilərik? 5/6 vurulsun 3/12. Çünki 45 nəyə bərabərdir? 5/1 vur 3/2-yə. Tamam. O zaman buradan tapa bilərik ki, bir dənə D ədədi bu ədədi bölürsə bərabər olmalıdır nəyə? 3/A vurulsun 5/B-yə. Bu yaxşı bir taktikadır. Sizdən soruşulsa ki, bir ədədin böləni haqqında bir əməliyyat eləyin, siz həmin böləni sadə vurğun qüvvəti kimi yaza bilərsiniz. Yəni, bu ədəddən asılı. Tamam. Bir ədədin 375-in qatı olmadığını təyin etmək biraz uzun məsələdir. Əslində, bu nə deməkdir? Bu o deməkdir ki, 375 bu ədədi bölməməlidir. Yəni, 3 vurulsun 5/3 ədədi 3 ədədi bölmür nəyi? 3/A vurulsun 5/B-ni. 375-in bir qatı deyil. Nə deməkdir? 3 vur 5/3 ədədi 3/A vur 5/B-ni bölmür. Buna nümunələr nə ola bilər? B kiçik bərabərdir 2 olduğu hallara baxmalıyıq. Və yaxud da A kiçik bərabərdir. A bərabər 0 halına baxmalıyıq ya da. Çünki əgər A 1-dən böyük bərabər olanda 3-3-ü bölür. Ya da 5/3, 5/3 və ya da böyük ədədləri bölür. Bunlara baxa bilərik. Və yaxud da mən sizə başqa bir üsul təklif edirəm. Daxil etmə, xaric etmə prinsipini. Yəni, ümumi halların sayından pis halları çıxaq. Pis hal nəyə deyilir? Pis hal o hala deyilir ki, 375 bu ədədi bölür. Tamam. Çünki bölməsi halı daha rahatdır. Nəinki bölməməsi. Çünki bunların hamısına bir-bir baxılmalıdır. B0, 1, 2 və s. Baxmaq olar, amma yenə də. Ümumi halların sayı nə qədərdir? Bölənlərin sayı nə qədərdir? Bu ədədin bölənlərinin sayı 7 vurulsun 13. 91 dənə böləni var. Bəs yaxşı, pis hal nəyə deyilir? 375-in qatıdır bu ədəd. Bu ədəd 375-in qatıdır. Yəni, 3 vurulsun 5/3 bölür 3/A vur 5/B-ni və 3/5 5/3 bunu bölürsə, biz buradan nə deyə bilərik?
buradan deyə bilərik ki, A böyük bərabərdir 1 və B böyük bərabərdir 3. Hər ikisi birdən ödənməlidir. Tamam. 1-dən böyük 12-yə qədər neçə dənə A qiymət ala bilər bu? 1, 2, 12-yə qədər bütün ədədlər. Yəni bu ədədin ala biləcəyi qiymətlərin sayı 12-dir. B-nin ala biləcəyi qiymətlər isə 3-dən başlayır 6-ya qədər. 3, 4, 5, 6. 3, 4, 5, 6. Yəni bu 4 dənə fərqli qiymətdə bu ifadə 3 vur 5 üstü 3-ə bölünəcək. 12 A qiyməti var. 4 dənə B qiyməti var. Fərqli halların sayı 12 vur 4, 48-dir. Deməli, bu 48 dənə halda 375-in qatı olacaq. 91 dənə ümumi hal var. 91-dən də 48-i çıxanda 43 dənə də hal var ki, 375-in qatı deyil. Axtardığımız cavab A variantıdır. Həmçinin, əgər sizə daha rahat olsa, yəni bu bir variantdır, mən bunu tez-tez istifadə etməklərini uşaqlara tövsiyə edirəm. Amma əgər sizə digər variant daha rahat olsa, baxa bilərsiniz nəyə? A-nın 0 olduğu hallara baxa bilərsiniz. B-nin 2-dən kiçik olduğu hallara baxa bilərsiniz. Amma kəsişmə halları falan var deyə biraz diqqətli şəkildə baxıb hesablamaq lazımdır. Gəlin keçək digər suala. Neçə dənə n tam ədədi üçün bu ifadə bir tam ədəddir? Klassik suallardandır. Biz surətdəki n-dən qurtulmağa çalışacağıq, məxrəcdəki n-dən istifadə edərək. Bunu Eviklidlə də eləmək olar. Mən Eviklidlə necə edirəm? Bu ədədlə bu ədədin əbobunu tapanda nə edirik? Böyükdən balacanı çıxırıq, sonra yenə böyükdən balacanı çıxırıq və s. Yəni, məsəl üçün, n kvadrat çıxılsın 111-in kvadratı ilə n üstü gəl 11-in əbobunu tapmağa çalışıram. Məsəl üçün. Bərabər olur nəyə? Deməli, n kvadratın içində neçə dənə n var? N dənə. Deməli, bu ədədi n-ə vursam və bundan çıxsam nə qalacaq? N kvadrat çıxılsın 111-in kvadratı, çıxılsın n kvadrat, çıxılsın 11 n. Və n plus 11 qalacaq geridə. Bu niyə doğrudur? Yəni, burada alınacaq ədədlər n kvadratlar gedir. Mənfi 111-in kvadratı ilə mənfi 11 qalır. Və mən bunun yerinin əslində 111-in kvadratı ilə 11 n-də yaza bilərəm. Çünki mənfi ədəd bölünürsə n plus 11-ə, müsbəti də bölünəcək. Fərqi yoxdur. Tam bu üsul niyə doğrudur? Çünki əslində burada edilən həmlə nədir? Burada edilən həmlə bu ifadəni n-ə vurub bundan çıxıram. Yəni, əgər bu tam ədəddirsə, bundan n çıxsam yenə tam ədəd olacaq. Çünki n-in özü bir tam ədəddir. Və bu ədəddən n çıxmaq nə deməkdir? N plus 1-i n-ə vururam və surətdən çıxıram. Çünki bir ortaq məxrəcə gətirməliyəm axı. Yəni, eyni məntiqdir. Biz surətdəki ədəddən n plus 1-i istədiyimiz qədər tam sayda çıxa bilərik. Həmçinin toplaya bilərik. Tamam. Deməli, təsəvvür edin, surətdə bu qalıb, məxrəcdə bu qalıbdır. Və bu ədəd buna bölünməlidir. Eyni məntiqlə 11-in içində neçə dənə n var? 11 dənə. Onda mən bu ifadəni vururam 11-ə və böyükdən çıxıram. 111-in kvadratı 11n-dən 11n islah olacaq. 11 vur 11, 11-in kvadratını çıxıram. Qalır n plus 11. Deməli, axır nəticədə bu ədəd n plus 11-ə bölünərsə, bizim ədədimiz necə ədəddir? Kəsrimiz tam ədəddir. Yəni, məsələni əgər diqqətlə dəyişsəniz, alınan nəticə belə bir şey olacaq. 111-in kvadratı çıx 11-in kvadratı bölünsün n plus 11. Tamam. Əslində bu sualın başqa bir deyilişlə cavabı nədir? N plus 11 nə vaxt 11-in kvadratı çıx 11 kvadratın bölənidir. Yəni, neçə dənə böləni var ki, bu şərti ödəyir. Çünki istənilən bu ədədi bölən ədəd buna bərabər edilə bilər. Mənfi də olsa, müsbət də olsa. Yəni, istənilən bölən bu ifadəyə bərabər edilə bilər. Onda 111-in kvadratı çıx 11-in kvadratının bölənlərinin sayını tapaq. Və bu 111-in kvadratının özləri veriblər ki, kvadratların fərqini eləyə bilək. 111 çıxılsın 11, vurulsun 111 üstə gəl 11. Bərabərdir. 100 vurulsun 122-yə. Bu da bərabər nəyə? 2 üstü 3 vur. 5 üstü 2 vurulsun 61 üstü 1. Və bu ədədin bölənlərinin hər biri, tam bölənlərinin hər biri n plus 11-ə bərabər ola biləcəyindən bunun bölənlərinin sayı bizim cavabımızdır. Tam bölənlərinin sayı. 3 üstü gəl 1, 4. 2 üstü gəl 1, 3. 1 üstü gəl 1, 2. Və bir də vuracaq nəyə? Bu natural bölənlərin sayıdır. Tam bölənləri tapmaq üçün 1-ə 2-yə vururuq.
4 vur 3, 12, 12 vur 4, 48 dənə bu ədədin tam böləni var. Və istənilən böləni n plus 11-ə bərabər eləyib n-i də tapmaq olar. Axtardığımız cavab D variantı. Keçək növbəti suala. AB və CD 2 rəqəmli ədədləri veribdir və 4 rəqəmli ABC ədədini AB vur CD-yə bölmək mümkündür. Deyir, buna görə ABCD 4 rəqəmli ədədi neçə fərqli qiymət ala bilər? Əslinə baxanda burada biraz bu sualın çətinliyi nə ola bilər şagirdlər üçün? Ədəd nə vaxt AB vur CD-yə bölünür, bunu axtara bilərsiniz. Amma ədədin AB vur CD-yə bölünməsindən əlavə birinci onu 2 hissəyə bölüb məsələyə baxa bilərsiniz. Deyə bilərsiniz ki, AB bölür ABCD-ni nə vaxtsa və CD bölür nəyi? ABCD-ni. Tamam. Bu halları araşdırsanız daha rahatdır. Nəinki AB vur CD-yə bölünür. Tamam. Sual. AB nə vaxt bu ədədi bölür? Gəlin ondan danışaq. Bu ədəd əgər fikir versəniz, 4 rəqəmli ədəddir. 100AB üstə gəl CD kimi yazıla bilir. Əgər AB 100AB üstə gəl CD-ni bölürsə, bu zaten AB-yə bölünür. Amma buradan nəticə çıxır ki, AB CD-ni bölür. Tamam. AB CD-ni bölür. Gözəl. İndi gəlin əslində əvəz etməni eləyək sonra. Əgər AB CD-ni bölürsə, bərabər deyil. Bölmə yazmaq istəmişəm. Əgər AB CD-ni bölürsə, biz deyə bilərik ki, CD AB-nin x qatıdır. X vurulsun AB. Gözəl. Bəs bunu necə istifadə edəcəyik? İkinci tənlikdə. Dedik ki, AB vur CD, ABCD-ni bölür. Deməli, CD-nin özü də ABCD-ni bölməlidir. CD bərabərdir ABCD və bu ifadəni yerə yaza bilərəm. 100AB üstə gəlinsin CD kimi. CD zaten CD-nin özünü bölür. Buradan nəticə tapırıq ki, CD bölür 100AB-ni və bayaqki əvəz etməni qoya bilərik. CD-nin yerinə x vurulsun AB yaza bilərəm. X vurulsun AB bölür nəyi? 100AB-dir. Tamam. Biz burada nə deyə bilərik? X, AB-nin x qatı 100 dənə AB-ni bölür. Nə vaxt mümkündür bu? Zaten AB, AB hissəsini böləcək. Deməli, məcburdur ki, x 100-ü bölsün. Deməli, x 100-ü bölməlidir. 100-ün bölənləri çoxdur. Amma bir şey nəzərə alın ki, CD də 2 rəqəmli ədəddir, AB də 2 rəqəmli ədəddir. Onda x haqqında nə deyə bilərik? X 100-ün bölənləri ola bilər ancaq 1, 2, 4 və 5. Niyə? Əgər 10 olsaydı, hər hansı bir 2 rəqəmli ədədi 10-a vursam, 3 rəqəmli ədəd alınmalıydı. Onda bu doğru olmazdı. Deməli, x-in ala biləcəyi 4 dənə qiymət var. O 4 qiymətin üzərindən axtarıb tapacağıq ki, hansı ədədlər şərti ödəyir. Tamam. Gəlin onda ifadəmizi yazaq. Deməli, ədədimiz verib 100AB. Deyək, bunu kəsr kimi yazaq. 100AB üstə gəl CD. Bölünür nəyə? Bölünür AB vur CD-yə. Birinci hal nədir? Birinci halda x bərabərdir 1 olacaq. Yəni AB ilə CD bir-birinə bərabər olacaq. Onda gəlin AB bərabərdir CD bərabərdir bir y deyək. Onda bura olacaq 101y. İfadəmiz bərabərdir. Surət olacaq 101y. Məxrəc olacaq y vur y, y-in kvadratı. Bu ədəd tam ədəd olmalıdır. Çünki yuxarı aşağıya bölünür. Məsələ deyibdir. Bu da bərabərdir 101 bölünsün y. Amma bu məsələnin həlli yoxdur. Çünki 101 sadə ədəddir. Bunun bölənləri 1 və 101-dir. Y isə 2 rəqəmli ədəddir. Deməli, buradan boş çoxluq əldə edirik. İkinci variant odur ki, x bərabərdir 2 olacaq. Buradan tapılacaq ki, AB bərabərdir CD bərabərdir 2AB. Onda AB-yə yenə y deyək. CD 2y olacaq. Biz buradan nə tapırıq? Yenə AB y deyək 100y. CD isə 2y deyə üstünə gəldik 2y-ni alınır 102y. Bu ədədləri bu arada burada yerinə qoyuram. Məxrəcdə. Məxrəcə surətdə. Tamam. 102y nəyə bölünməlidir? Y vurulsun 2y-yə. Yəni 2y-nin kvadratına. Onda bu da sadələşir olur nə? 51 bölünməlidir y-yə.
Tamam. 51 y bölünəcək şəkildə neçə dənə 2 rəqəmli ədəd var? 2 dənə. Y bərabərdir 17 və yaxud da y bərabərdir 51. Amma siz əgər istəsəniz axırda da qoya bilərsiniz. Yəni cavabları tapırsınız, axırda yerini qoyub dəqiqləşdirə bilərsiniz. Amma mən sizə ortada göstərirəm. Y 51 şərti ödəmir. Çünki əgər y 51 olsa, c-də 102 çıxacaq. Onda c-də 102-dir. Amma bu da doğru deyil. Əgər y 17 olsa, c-də bərabərdə 34-dür. Bu şərti ödəyə bilər. Yəni bunu yoxlaya bilərsiniz. Bu həllərdən birincisidir. Tapdıq. Üçüncü variant odur ki, x bərabərdir 4 olsun. Onda cd bərabərdir 4ab. Yenə buna deyirik y. Bu ifadəyə y deyirik. Birbaşa yazıram. Alınacaq nə? 104y bölünsün 4y kvadrat. Bu da bərabər nəyə? 26 bölünür y-yə. Yenə y-nin alacağı 2 qiymət var. Y bərabərdir 13. Buradan bunun 4 qatı cd bərabərdir 52 tapılır. Hansı ki həllərdən biridir. Bir də 26-nın digər 2 rəqəmli böləni y bərabərdir 26 var. Buradan da tapılacaq ki cd bərabərdir 26-nın 4 qatı 104-ə. Bu da axtardığımız həll deyil. Deməli, yenə bir dənə də həll tapdıq buradan və son hala baxaq. Dördüncü hal. Dördüncü halda altından yazmaq istəyərəm. Amma yazmayacağam. Boşluğumuz var burada. Gəlin istifadə edək. Deməli, dördüncü hal nədir? X bərabərdir 5 halı dedik. Onda CD bərabərdir 5AB. Yenə AB-nin yerinə Y deyirik. Buradan tapılır ki 105Y bölünsün 5y kvadrat bərabərdir 21 bölünsün y-yə. Və bu 21-i bölən yeganə 2 rəqəmli ədəddə y 21 halıdır. Amma əgər y 21 olsaydı, biz buradan tapacaqdıq ki, cd bərabərdir 105-ə. Və bu da bizim axtardığımız həll deyil. Deməli, məsələnin şərtini ödəyən 2 ədəd var. 17-34, bir də ki 13-52. Yəni 1734 bölünməlidir 17 vur 34-ə və 1352-dir də, yəqin ki 1352 bölünməlidir 13 vur 52-yə. Bunları da yoxlamaq olar ki, hər ikisi də şərti ödəyir. Digər ədədlər ödəmir. Deməli, bu məsələnin neçə dənə cavabı oldu? 2 dənə. Cavab B variantı. Keçək növbəti suala. Çox maraqlı bir sualdır. Ədədlər nəzəriyyəsi sualına oxşamır. Daha sonra həll ədədlər nəzəriyyəsi ilə deyilmiş. Amma ədədlər nəzəriyyəsi kateqoriyasında verilmişdir. Bir taxtada, lövhədə 2025-dən böyük olmayan n dənə fərqli müsbət ədəd verilibdir. Deyir, lövhədə istənilən bir-birindən fərqli AB ədədlərini seçirlər və A çıx B heç vaxt A plus B-ni bölmür. Hansı iki ədəd götürürsünüz götürün, fərqli olmaq şərti ilə. Deyir, onda neçədən ən çox ədəd seçə bilərik 2025-dən kiçik. Sualın başqa tərcüməsi odur ki, 1, 2, 2024 çoxluğundan bir dənə A seti seç, bir dənə A alt çoxluğu seç. Ən çox sayda elementin tap A-nın, belə ki, onun heç bir 2 dənə elementi bu şərti ödəmir. Yəni A çıx B, A plus B-ni bölmür. Tamam. Sualın cavabı ilə bağlı heç bir fikrimiz yoxdur. Amma necə tapa bilərik? Gəlin mən sizə intuisiyasından danışım. Ən birinci ağlıma gələn fikir nə oldu? Mənim ağlıma gələn ən böyük ilk fikir balaca hallara baxmaq oldu. Dedim ki, gəlin 2025 yerinə 24 halına baxaq. Yəni təsəvvür edək ki, mənim balaca bir dənə halım var. 1, 2, 3, 4. Görək 4 dənə elementli çoxluqdan neçədən maksimum element seçə bilərəm? Fikir versəniz, heç bir ardıcıl ədəd seçilə bilməz. Niyə? Çünki əgər ardıcıl ədədləri seçsəniz, 2 ilə 1-in fərqi 1-dir və 1 istənilən ədədi bölür. Onda mən bunu göyərçin yuvası kimi deyə bilərəm ki, 1 ilə 2-ni 1 qruplaşdıraram, 3 ilə 4-ü 1 qruplaşdıraram və deyərəm ki, hər bir çoxluqdan ən çox bir ədəd seçmək olur.
Yəni maksimum cəmi 2 dənə ədəd seçilə bilər. Üçüncü ədədi seçsəm, bu çoxluqlardan birindən 2 dənə ədəd seçmiş olacağam. Bəs yaxşı, bu 2 ədəd kimləri seçə bilərəm? 2 ilə 4-ü seçə bilmərəm. Çünki 4 çıx 2, 4 üstəgəl 2-ni bölür. Yəni 2 6-nı bölür. Gəlin yazaq 4 böl 2, 4 üstəgəl 2-ni bölür. 3 ilə 1-i seçə bilərəmmi? Xeyr. 3 ilə 1 də 3 üstəgəl 1-i bölür. Eyni məntiqlə. Onda nəticə nə çıxır buradan? Biz buradan seçməliyik 1 ilə 4-ü. 1 və 4-ü. Bəs 1 ilə 4 niyə bir-birlərini bölmürlər? Çünki 4 çıx 1, 4 üstəgəl 1-i bölmür. Yəni 3 5-i bölə bilmir. Bu da intuisiyadır. Mən sonra fikirləşdim ki, bəs yaxşı. İndi deyək ki, bunun üçün yarısıdır. Fikirləşdim ki, bəlkə cavab 1024-dür. Yəni ədədlərin yarısı qədər tapmalıyıq. Və ədədin təkdir bu arada. Mən cüt ədədə baxmışam. Əslində fikir doğru deyil. 6 halına da baxdım. 6 halına baxdım ki 1, 2, 3, 4, 5, 6. 6 halına da baxanda nə qədər axtarım, heç 3 dənə ədəd seçə bilmədim. 3 dənə ədəd seçəndə çoxlu problemlər yaranır. Yəni buradan da yenə də tapdım ki 1 ilə 4-ü seçmək daha məsləhətlidir. Bəs yaxşı, 1 ilə 4-ü seçmək niyə məsləhətlidir? Ondan danışaq. Çünki 1 ilə 4-ü seçəndə mən avtomatik bilirəm ki, bunların fərqi 3-dür, amma bunların cəmi heç vaxt 3-ə bölünən ədəd deyil. Yəni bunlar elə bir biri 3k plus 1 formasındadır. Hər ikisi də 3k plus 1 formasındadır. 3k plus 1 formasındakı 2 ədədin fərqi 3-ə bölünür. Yəni bunun məsəl üçün deyək, biri 3x plus 1-dir ədədlərdən. O birisi isə 3y plus 1-dir. Fikir verdim ki, bunların fərqi nədir? 3-ə bölünür. 3 bölür bunların fərqini. Onda 3 nəyi də bölməlidir? Bunların cəmini. 3x plus 1 ilə də 3y plus 1-in cəmi heç vaxt nəyə bölünmür? 3-ə bölünmür. Yəni bu şərti ödəmir. Bu mənim intuisiyam oldu. Yəni balaca ədədlərlə işlədim. Tapdım ki 3k plus 1 formasındakı ədədlərdən nə qədər seçirəmsə seçeyim, heç bir ikisinin fərqi onların cəmi bölməyəcək. Səbəbi də aydındır ki, onların fərqi 3-ə bölünür, amma onların cəmi 3-ə bölünmür, ziddiyyət yaranacaq. Onda mənim intuisiyam nə oldu? Bütün 3k plus 1 formasındakı ədədləri seçmək. Onda cavabım nə olardı? 2025 dənə ədəddən hər 3 dənə ədəddən birini seçəcəydim. Cavab olacaqdı nə? 675. Amma bir dəqiqə dayanın. Siz bunu Olimpiada vaxtı deyə bilərsiniz ki, yəqin ki 675-dir cavab. Elə həll də budur. Cavab C yaza bilərdiniz. İsbat lazım olsaydı, məsələn, tam əmin deyilsinizsə, isbat eləmək lazım olsaydı, göyərçin yuvası ilə eləyə bilirik. Deməli, ədədlərdən ancaq 3k plus 1 formasındakiləri seçmək olur. Onda mən ədədləri 3 qruplara bölürəm. 1, 2, 3, 4, 5, 6, nöqtə, 2023, 2024 və 2025. Və mənim iddiam budur. Mənim iddiam budur ki, hər bir çoxluqdan bir dənə ədəd seçə bilirəm. Həmin ədəddə 1, 4, 7 bunlar olmalıdır. Əgər bunu isbat eləsəm, yəni hər çoxluqdan bir dənə ədəd seçmək olduğunu isbat eləsəm, tapacağam ki, n kiçik bərabər nədən? 675-dən. Çünki hər çoxluqdan bir dənə seçsəm, burada da 675 dənə çoxluq var. Bununla məsələ bitəcək. Və göstərəcəm ki, 676 niyə ödəmir? 676 ədəd seçsəm, əgər 676 ödəsəydi, onda bir dənə çoxluqdan 2 ədəd seçmiş olacaqdım. 2 ədəd. Göyərçin yuvasına görə biz bunu bilirik ki, 675 çoxluq var. 676 ədəd seçmişsinizsə, bir dənə çoxluqdan 2 ədəd seçmişik. Amma bu doğru deyil. Heç bir çoxluqdan 2 ədəd seçə bilmərik. Səbəbi nədir? Gəlin göstərim. Deyək ki, bu çoxluq. Bu arada fərqi yoxdur. İstənilən çoxluq üçün eyni qaydadır. Əgər bu çoxluqdan 2 ədəd seçmişəmsə, onlar nə bunlar ola bilər, nə də 2 ilə 3 ola bilər. Yəni 1 ilə 2 və yaxud da 2 ilə 3-ün ikisini də birdən seçə bilmərik. Çünki 2 ilə 1-in fərqi 1-dir, 1 istənilən ədədi bölür. 2 ilə 3-ün fərqi də 1-dir, 1 istənilən ədədi bölür. Deyə bilərsiniz ki, aha, onda 1 ilə 3-ü seçək. Bunda da problem odur ki, 3 ilə 1-in fərqi 2-dir, 3 ilə 1-in cəmi də 4-dür, 2 də 4-ü həmişə böləcək. Deməli, ziddiyyət nə imiş?
bir çoxluqdan 2 dənə ədəd seçəndə heç bir 2 dənəsi şərti ödəmir. Onda hər çoxluqdan bir ədəd seçmək olur. O həmin ədədləri də bu cür seçdim. Bu arada başqa konfigurasiya da ola bilər. Ola bilsin bəlkə bu 2 ədəd seçəsiniz hamısından. Mən sadəcə bunu seçdim. 1, 4, 7, 2023-ə qədər ədədləri seçəndə şərti ödəyirlər. Niyə ödəyirlər? Bayaqlar dediyimiz qaydaya görə onların fərqi 3-ə bölünür, onların cəmi 3-ə bölünmür deyə bu ədədləri seçmək olar. Deməli cavabımız nədir? 675. Konfigurasiyamız nədir? 1, 4, 7, 2023-ə qədər. Deməli axtardığımız cavab nədir? 675. Qeyd elədiyim kimi, siz 675 tapa bilərsiniz. İsbat eləməyə bilərsiniz yarı finaldasınızsa. Finaldasınızsa və yaxud da özünüzü tam rahat hiss eləməkdən ötürü bu isbata da çalışa bilərsiniz. Yoxlaya bilərsiniz ki, nə problem yaranır. Keçək növbəti sualımıza. Bu da ədədlər nəzəriyyəsi sualı deyil, bayaqki kimi. Mən gözləyirdim ki, bu ədədlər nəzəriyyəsi olsun. Burada deyir, 2025 dənə mürəkkəb ədəd verilibdir və ən böyük elə ədədi tapın ki, 2025 dənə mürəkkəb ədədin cəmi şəklində göstərilə bilməsin. Yəni, bunların hamısı mürəkkəb ədədlərdir və istənilən ədədi mürəkkəb ədədlərin cəmi kimi göstərə bilməyək. Bu şərt ödəyən ən böyük ədədi tapın deyir. Tamam. Birinci, gəlin tapaq görək bu ədədlərin cəmi ən az neçə ola bilər. Heç bir ədəd AI, heç bir ədəd 2 ola bilməz, 3 ola bilməz. Çünki bunlar sadə ədəddir. Onda istənilən ədəd nədən böyük bərabərdir? 4-dən böyük bərabərdir. Düzdür? Onda buradan nə nəticə çıxır? 2025 dənə ədədin cəmi, yəni 1-dən 2025-ə qədər i'lərin cəmi bərabər olacaq. Böyük bərabərdir nədən? 2025 ədədin cəmi 4 vur 2025 8100-dən böyükdür. Yəni, mürəkkəb ədədlərin cəmi 8100-dən böyük olmalıdır. Buradan tez ağlınıza gələ bilər ki, cavab 8096-dır, A yaza bilərsiniz. Niyə? Çünki mürəkkəb ədədlərin cəmi 8100-dən böyükdür. Daha bir balaca da seçsək, bu şərt ödənməyəcək. Deməli, bu doğrudur. Xeyr, o qədər tələsməyə ehtiyac yoxdur. Çünki bizim daha böyük variantlarımız var. Bəlkə daha böyük variantları qurmaq mümkün deyil. Gəlin onu yoxlayaq. Sual. 8101-i qura bilərikmi? Bizim əlimizdə bu variant necə baş verir? Bu variant o vaxt baş verir ki, bütün ədədlər 4-dür, 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 4-dür. Tamam. 8101-i qurmaq mümkün deyil. Niyə? Çünki ya ədədlərdən birini azaltmalıyıq, məsələn 4-lərdən birini azaltmalıyıq, bir dənəsini böyütməliyik. Ya da ki, heç bir 4-ü azaltmırıq, ədədlərdən birini bir vahid artırmalıyıq. Ədədlərdən birini bir vahid artırsaq, biri 5 olacaq, bu da sadə ədəddir. Ən az 6-ya artıra bilərəm. Yəni 8101 yox, 8102-ni almaq mümkündür. 8101-i almaq üçün isə bunlardan hər hansısa birinin azaltmalı olsam, onda ədədim sadə ədəd olacaq. Bu da doğru deyil. Deməli, heç bir ədədi azalda bilmirik, amma bir vahid də artıra bilmirik. Onda 8101-i də almaq olmur. Buradan nəticə çıxdı. Yenə tələsməyək. Gəlin görək, bəlkə 8100 üçün də ödənmir. İndi biz bundan sonra ala biləcəyimiz ədədlər kimlərdir? Gəlin ondan danışaq. Mürəkkəb ədədləri gəlin yazaq. A-nin alabiləcəyi qiymətlər 4-dür, 6-dır, 8-dir. Bəzən tək ədəd almaq istəsək 9-dur. Tamam, bu tək ədəd almaq mənim işimə yaraya bilər. Mənim ala biləcəyim ən kiçik tək ədəd kimdir? 4, 4, 4, 4, 4 və deməli 4-lər neçə dənə? 2024 dənə. Bir dənə də 9 istifadə edərək ən balaca tək ədədi ala bilərəm. Yəni 4-lərdən birini 5 vahid artırsam, ala biləcəyim ən kiçik tək ədəd 8105-dir. Onda eyni məntiqlə nə çıxır? 8103-ü almaq mümkün deyil. Cavab C ola bilər. Tələsməyək. Bəs 8112-ni almaq olurmu? Çox rahatlıqla almaq olur. 8100-dür. 6 dənə 4-dür. 6 dənə 4-ü çevirirəm 6-ya. Yəni hər birini 2 vahid artırsam, 6 dənə 4-ün hər biri 2 vahid artanda cəmi 12 artacaq. D-ni almaq mümkündür. 8115-i də almaq mümkündür. Baxın, bizim əlimizdə 8105-i almanın yolu var. Yenə 5 dənə 4-ü bu səfər artırsam eləsəm 6,
5-dən 4-ün hərəsi 2 vahid artacaq. Cəmi 10 vahid artacaq, olacaq 8115. Deməli, Y-ni almaq mümkündür, D-ni almaq mümkündür. A, B və C-ni almaq mümkün deyil, isbat elədik hər birini. Bizdən soruşur ki, ən böyük tam ədəd kimdir? Bizim axtardığımız cavab C variantıdır. Maraqlı bir sual idi, yəni məncə intuisiyası da aydındır. Tamam, bununla da ədədlər nəzəriyyəsi suallarını bitirdik. Gəlin keçək cəbr suallarına. Birinci sualımızda verilib, A və B həqiqi ədədlərdir. X1, X2 ardıcıllığında istənilən n ədədi üçün x-in bərabərdir bu şərt ödənir. X5 ilə X1-in fərqi 100 verib, X9 ilə X5-in fərqini tapın. Çox sadə. Elə yazıb tapırıq, məsələ bitir. X5 çıxılsın X1 bərabərdir nəyə? X5 bərabərdir A üstə gəlinsin 5-in kvadratı. Üstə gəl B üstə gəl 5-in kvadratı. Çıxılsın X1 nəyə bərabərdir? A üstə gəl 1-in kvadratı. Çıxılsın üstə gəlinsin B üstə gəl 1-in kvadratı. Və bunu çıxırıq. Əgər mötərizələri açsaq, A kvadratla A kvadrat gedəcək. 10 dənə A ilə da 2 dənə islah olacaq, qalacaq nə? 8A və eyni məntiqlə 8B. Üstə gəlinsin. 25, 25 bunlardan gələcək 50. Buradan 1, buradan 1 gələcək. 50 çıxılsın 2, 48. Bərabərdir 100 verilibdir bizə. X5 ilə X1-in fərqi. İndi gəlin X9 ilə X5-in fərqini tapmağa çalışaq. Bunu sadələşdirə bilərəm A plus B-ni tapmaq üçün. Gəlin elə bunu yazsaq görəsiniz ki, cavab çıxır. X9 çıxılsın X5-in qiymətini tapaq. A üstə gəl 9 kvadrat. B üstə gəl 9 kvadrat. Çıxılsın. A üstə gəl 5-in kvadratı. B üstə gəl 5-in kvadratı. A kvadratlar yenə aparılacaq, B kvadratlar yenə gedəcək. Burada alınacaq 18A, burada alınacaq 10 dənə A. 18A'dan 10A çıxanda, aha, 8A alındı. Və oxşar məntiqlə 8B alınacaq. Deməli, məsələ nədən yatır? Sərbəst terimlərdə. 9-un kvadratı 81, 2-yə vurdum 162. 25 ilə 25-in cəmi 50, 161-dən də 50 çıxdım, qaldı 106. 162-dən, daha yox bir dəqiqədən, 162-dən 50 çıxdım, 112 qaldı. Üzr sayın. Tamam, biz bunu tapmaq istəyirik, amma bizə 8A, 8B, 48-in cəmi 100 veribdir. Onda 48-in üstünə nə gəlsəm 112 alınar. Yəni sol tərəfə nə gəlsə 112 alınar. 64. Deməli, sağ tərəfə də 64 gəldi, cavab 164 alınmalıdır. Axtardığımız cavab varmı? Bəli. Y variantı bizim axtardığımız cavabdır. Çox qəribə, çətin suala oxşasa da əslində çox da rahat bir sual imiş. Gəlin keçək növbəti suala. ABC həqiqi ədədləri verilibdir. Belə bir bərabərlik verilibdir. Deyir A plus B bölü C-ni tapın. Sual ilk görünüşdə çox qorxuducu ola bilər, amma intuisiyası çox sadədir. Siz fikir versəniz tapa bilərsiniz ki, acaba bu sualda bu ədədləri sola keçirsəm və tam kvadrata çevirə bilərəmmi? Baxın, 2AB-miz var, A kvadrat var, B kvadrat var. Düşünə bilərsiniz ki, A çıx B-nin kvadratı yazaram. Yenə 2BC-m var, bunu da sola ataram, B çıx C-nin kvadratı yazaram. İdeya çox mükəmməldir. Yəni, bu bizim ağlımıza gələ bilər. Tək problem AC-dən qurtula bilməməyimizdir. Və B aynı anda C-ni işlətmişəm deyə, burada ancaq 2B kvadrat və AC qalacaq. Deməli, bu problemdir. Mən 2AC-ni işlədə bilmirəm. Bir də səbəb odur ki, bunun əmsalı ikisi yoxdur. Onda bu intuisiyadan yola çıxaraq, mən məşhur taktikalardan biri olan hər tərəfi 2-yə vurmanı istifadə edəcəm. Hər tərəfi 2-yə vursaq, alınacaq 2A kvadrat, üstə gəlinsin 8B kvadrat, üstə gəlinsin 2C kvadrat, bərabərdir 4AB, 2AC, üstə gəlinsin 4BC. Gəlin birinci AC-dən qurtulaq, çünki bayaqları bizə problem yaratdı. Onda bir dənə A kvadrat, bir dənə C kvadrat və 2AC-ni də sola açıb istifadə eləsək alınacaq
A çıxı C-nin kvadratı. İndi qalan ədədləri işlədə bilərəm. 4AB var. A kvadrat çıx 4AB var. Kaş nəyimdə olsaydı bunu tam kvadrat edə bilərdim. 4B kvadratı. Bu da dönüşəcək olacaq. A çıx 2B-nin kvadratı. Bəs yerdə nə qaldı? 4B kvadrat qaldı, bir dənə C kvadratı qaldı, bir dənə də 4BC qaldı. Onları da qruplaşdırsam, gəlin açıq yazaq. 4B kvadrat. Üstə gəl çıxılsın 4BC. Üstə gəlinsin C kvadrat. Elə bu ifadə də bərabər nəyə? Elə gəlin də bunu da yazaq. C çıx 2B-nin kvadratı. Tərsini də yaza bilərsiniz, fərqi yoxdur. Bunların hamısı bərabər oldu 0-a. Çünki sağdakı hər şeyi sola atdım. Deməli 3 dənə kvadratın cəmi 0-a bərabərdir. Buradan tapılır nə? Bu 0 olursa A ilə C bərabərdir. Həmçinin A 2B-yə, C 2B-yə bərabərdir. Onda A bərabərdir, C bərabərdir, 2B yaza bilərik. Aha, bunu tapdıq. Yerində əvəz edirik. A-nın yerinə 2B yazıram, C-nin yerinə 2B yazıram. İfadə dönüşür nəyə? 3B bölünsün 2B-yə. Bu da bərabərdir. 3 bölünsün 2-yə. Asan bir sual. C variantı axtardığımız cavabdır. Keçək növbəti sualımıza. Bu çox maraqlı bir sualdır. Hətta bu sual niyə cəbr kimi gəlmişdi, mənə də aydın deyil. Sualın tərcüməsi budur. Hər qrupda 10 dənə top olmaq şərti ilə 3 dənə qrup verilib. Deməli və bu 30 topun hər biri ya qırmızı rəngdədir, ya da ağ rəngdədir. Eyni rəngli toplar eyni ağırlıqdadır. Qırmızı topun ağırlığı isə ağ topun ağırlığından daha ağırdır. Yəni yaza bilərik ki, qırmızı böyükdür ağdan. Yəni qram olaraq böyükdür ağdan. Və bu 3 qrupdakı bütün topların ağırlığında veribdir. 12, 116, 129. Cəmsin veribdir. Deyir, onda bu 3 dənə qrupda cəmi neçə dənə qırmızı top var? Çox əla bir sualdır. Çox yenilikçi bir sualdır. Yəni tez-tez rastımıza çıxmayan suallardandır. İntuisiyası da çox maraqlıdır. Biz sadəcə bilirik ki, hər qrupda 10 dənə top var. Topların ağırlıqları natural ədəddir, deyil, bilmirik. Daha sonra tam ədəddirmi, deyilmi bilmirik. Amma ağırlıqları əlbəttə ki, natural ədəd olmalıdır. Ağırlıqdan danışırıq. İndi gəlin fikir verək. Biraz fikirləşmək lazımdır sualın intuisiyasını tapmaq üçün. Amma buradan bir nəticəyə gələ bilərik. Qırmızı top ağ topdan ağırdır. Və onların cəmi 129-dur. Mən birinci 116-ya baxmışdım. Biraz vaxtımı sərf eləmişdim bura. Amma 129-a baxmaq daha sürətlidir. Əgər 10 dənə, məsələn, ağlar, qırmızılar və s. topların cəmi 129-dursa, qırmızı topun ala biləcəyi ən balaca qiymət nədir? Məsələn, buradakı bütün topların cəmi nədən kiçikdir? 10 dənə qırmızı topun cəmindən. Kiçik bərabərdir. Niyə? Ağ top qırmızı topdan kiçikdir, qırmızı top da qırmızı topdan kiçik bərabərdir. Yəni bu topların cəmi maksimum 10 dənə qırmızı topun ağırlığına bərabər ola bilər. O da 129-dur. Deməli, nətərsə 10 dənə qırmızı topun ağırlığı 129-dan həmişə böyük bərabər olmalıdır. Bərabər ola bilərmi? Ola bilər. 10 dənəsi də qırmızı top olsa. Buradan tapılır ki, qırmızı böyük bərabərdir 12.9. Bu ideya nəyə görə lazımdır? İndi göstərəcəm. Birinci 11.6 ilə getmişdim. Əslində 12.9 ilə getmək daha məntiqliymiş. Niyə? Çünki əgər bir qırmızı top 12.9-dan ağırdırsa, burada heç bir qırmızı top yoxdur. Birinci qrupda. Deməli, buradan nəticə çıxır ki, bunların hamısı ağ topdur. 10 dənə ağ topun ağırlığının cəmi bərabərdir nəyə? 12-yə. Buradan tapılır ki, A-nın ağırlığı 1.2 imiş. Tamam. Bununla məsələ bitmir hələ. İkinci ağla gəlməli olan intuisiya budur. 116-dan 129-a keçilibdir. Yəni, məsələn, burada bir müəyyən qədər ağ top var imiş. X dənə A top var, Y dənə də qırmızı top var. Sonra 116-dan 129-a keçilibsə, böyük ehtimal nəyi deyə bilərik? Bir dənə ağ topun yerinə bir dənə qırmızı top qoyulub. Yəni, X-1 A top olubdur, Y plus bir dənə qırmızı top olubdur. Bu niyə doğrudur? Çünki böyük ehtimalla 12.9-dan böyük bir ədədlə, məsələn 12.9-dan
Deməli, cəmdən 1.2-ni çıxıb üstünə 12 gəliblər. Yəni, cəm çıxılsın 1.2, üstünə 12.9 gələndə həqiqətən təxmini 13 artım ola bilər. Bəs daha çox niyə ola bilməz? Çünki əgər 2 dənə ağ top ləğv eləsək, qramaj 2.4 azalacaqdı və ən az 2 vurulsun 12.9 qədər artacaqdı. Yəni 25.8 qədər artacaqdı. Bu da böyükdür nədən? 13-dən. Yəni bunun izahı nədir? 2 dənə ağ topun yerinə 2 qırmızı top qoysalardı, bu qramaj ən az 25 artmalıydı. 25 artmayıbsa, bu deməkdir ki, bir dənə ağ top, bir dənə qırmızı topla əvəz edilibdir. Tamam. Bir ağ top, bir qırmızı topla əvəz edilibdir. Bunu da tapdıq. İndi son gələn taktika nədir? Bir qırmızı topun ağırlığı 12.9-dan böyüksə, mən sual verirəm. Burada neçə dənə qırmızı top ola bilər? Təxminimizdə. Yəqin ki 9 dənə, 8 dənə və s. olacaq. 10 dənə qırmızı top ola bilməz. Bundan razıyıq. Bu 9 ola bilər. Ya 9 olacaq, ya 8 olacaq. 7 niyə olmayacaq? İndi ona da keçə bilərəm, istəsəniz. 7 də ola bilər. Çox maraqlıdır. Qırmızı topların da alabiləcəyi qiymətlər üçün bir limit də var idi. Səhvim yoxdursa 3-cü tapdığım lemma Q 15-dən kiçik lemması idi. 15-dən kiçik olmalıdır. 15-dən kiçik olmalıdır. Hə, bunun da izahı buradan gəlirdi. 116-dan 129-a qalxmışıq. 116-dan 129-a qalxmışıq və dedik ki, bir dənə ağ top bir qırmızı topla əvəz olunubdur. Bunu isbat elədik bayaqları. Burada isbat elədik. İndi mən deyirəm ki, bir ağ top bir qırmızı topla əvəz olunubsa, bunun ağırlığı 15-dən artıq ola bilməz. Niyə? Çünki bir ağ top 1.5-dir. Deyək ki, bir qırmızı top da 15-dir. Ən çox 15-dir. Bir ağ topun çıxartdıq, yerinə bir dənə qırmızı top qoyduq. Ağırlıq nə qədər dəyişdi? 13.5 dəyişdi. Amma 13.5-in özü 13-dən böyükdür. Yəni, ağırlığımız əslində bu qədər arta bilməz. Yəni, ağırlığımız 15 ola bilməz. Hətta limiti axtarmaq istəsəniz, deyə bilərsiniz ki, Q kiçik bərabərdir 14.5-dən. Bundan artıq olsa, 13.5 və yaxud da 13 neçəsə 13-dən böyük olacaq. Niyə ziddiyyətdir bu? Çünki bizim toplarımızın artış miqdarı 13 olubdur. Daha artıq və ya əskik olmayıb. Əskik ola bilər, əskik olma halını axtarmaq olar. Daha artıq olmayıbdır. Onda biz buradan axtarıb tapa bilərik ki, görən qırmızı topun ağırlığı nədir? Hətta əslində birbaşa da tapa bilərik. Biz bunu claim edirik, amma əslində bu qədər şeyə ehtiyacı yoxdur. 13 artıbsa qırmızı topu tapa bilərik də avtomatik. Yəni, ağ top mənfi 1.5-dir. Deməli, qırmızı top nə imiş? Elə 14.5 imiş. Ödəyirmi acaba? Das ağ top 1.2-dir. Mən bunları səhv yazmışam. Bu 1.2 olmalıydı. Tamam. Deməli, ağ top 1.2-dir. Bir dənə ağ topu götürüblər. Yerinə nə qoymalıyıq ki, 13 qram artsın? 14.2-ni qoymalıyıq. Alacaq 13. Deməli, qırmızı topun da ağırlığı 14.2 olacaqmış. Ağ 1.2, qırmızı 14.2. Tamam. Tapdıq. İndi gəlin hesablayaq görək neçə dənə qırmızı top var. 10 dənə qırmızı top ola bilməz. Çünki 10 vur 14.2 129 eləmir. Deməli 9 dənə qırmızı top ola bilər. 9 vurulsun 14.2 ilə bir dənə 1.2-nin cəmi neçə eləyir? Bu eləyəcək 90. Sonra üstünə 36 gəldik. Elədi 126, 127.8 alındı. Və bir dənə də ağ top 1.2 eləyir. Cəmi elədi 129. Həqiqətən 9 qırmızı, bir dənə ağ top 3-cü şeyi ödədi. Çoxluğu. 116 üçün isə dedik ki, 8 qırmızı top, 2 ağ top olsun. Gəlin yoxlayaq. 8 vurulsun 14.2. Üstə gəlinsin 2 vurulsun 1.2. Bu elədi 112, 113.6. Bu isə elədi 2.4. Və onların cəmi də həqiqətən 116-ya bərabərdir. Həqiqətən də bizim fikirlərimiz doğruymuş. Tapdıq ki, qırmızı top 14.2, ağ top 1.2 imiş. 8 qırmızı top buna istifadə olunub. 8 dənə. 9 dənə qırmızı top isə burada istifadə olunub. Cəmisi 17 dənə qırmızı top istifadə olunub. Məntiqimiz bir daha əgər xülasə keçmək istəsək,
Tapdıq ki, ağ top 1.2-dir. Nəyə görə? Bir qırmızı top 12.9-dan böyükdür. Sonra dedik ki, 116-dan 129-a keçmişiksə, məcburuq ki, ancaq bir dənə qırmızı top dəyişək. Bir ağ topun yerinə bir qırmızı top qoyaq. Və 116-dan 129-a keçmişiksə, qramaj nə qədər dəyişib? 1.2 azalıb, 14.2 artıb ki, 13 alınıbdır. Deməli, qırmızı topun ağırlığı 14.2-dir. Sonra yerinə ədədlər qoyub tapmaq olar ki, birində 8 dənə, digərində 9 dənə qırmızı top istifadə olunub. Cavabımız 17. Çox maraqlı sual idi. Gəlin keçək növbəti suala. Bir x ədədi verib, qiymətini veribdir və belə bir dənə ifadəni sadələşdirməmizi istəyir. Belə suallarda 2 dənə yerə baxılır. Ya birinci bunu sadələşdirməyə çalışa bilərik, sonra buna baxa bilərik, bunu yerinə qoya bilərik. Ya da birinci bunu sadələşdirməyə də baxa bilərik. Niyə? Burada 3 dənə kökaltı var. Yəni 100% nəsə şübhəli bir durum var. Həqiqətən də şübhəli bir durum var. Gəlin buradan başlayaq. Biz bunu da sadələşdirəcəyik. Narahat olmayın. Əsas əvəz edəcəyimiz ifadədir. Biz burada nədən şübhələnə bilərik? Belə ifadələrə baxanda sizin ağlınıza ilk gəlməli olan şeylərdən biri odur ki, görün bu ifadə tam kvadratdırmı? Yoxlamaya çalışa bilərsiniz. Məsəl üçün, tam kvadratdırsa, məsələn, a plus b-nin kvadrat şəklindədirsə bu ifadə, böyük ehtimalla nə deyə bilərik? Yəqin bu ədəd a kvadratla b kvadratın cəmidir. Bu ədəd isə 2ab-dir. Biz bunu fikirləşə bilərik. Yəni şübhə buradan gəlməlidir. Biraz axtarsanız, məsələn, a-nın yerinə 2, b-nin yerinə kökaltı 2 qoyanda ödəmir. 4 ilə 2-nin cəmi 6 eləyir, 9 eləmir. Amma bir daha fikirləşsəniz, əslində a-nın 2 kök 2, b-nin 1 olduğunu tapa bilərsiniz. Yəni a bərabərdir 2 kök 2. Yəni 2 kök 2 ilə 1-in cəminin kvadratının atılışını tapa bilərsiniz. Niyə? 2 kök 2-ni 2-yə vuranda 4 kök 2 eləyir. Bunu kvadratı yüksəldəndə 8, bunu kvadratı yüksəldəndə 1. Deməli, bunun açılış formasıdır. 9 üstəgəl 4 kök 2-nin. Onda bu tam kvadratıymışsa yerinə qoysaq alınır nə? 2 üstəgəl 2 kök 2 üstəgəl 1 alınır 3 üstəgəl 2 kök 2. Və mən deyə bilərəm ki, əslində bu da tam kvadratdır. Eyni şübhə ilə yanaşsanız, bunun da 1 üstəgəl kök 2-nin kvadratı olduğunu görmək mümkündür. Bu da bərabər eləyəcək nəyə? Kök 2 plus 1-ə. Yəni, əslində bu qədər böyüklükdə x nəyə bərabər imiş? Kök 2 plus 1-ə bərabər imiş x. Sadələşdirdik. Əlimizdən gəldiyi qədər sadələşdirdik. İndi gəlin keçək ifadəmizi sadələşdirməyə. Deməli, bu ifadəni sadələşdirəndə ağla gələn ilk şey nədir? Məxrəci sadələşdirmək. Bu məxrəc nəyə oxşuyur? X çıxılsın 1-in kvadratına oxşuyur. Bir də əlimizdə plus 1 var. Tamam. Amma onsuz da x çıx 1 nəyə bərabərdir? X-dan 1 çıxanda kök 2 alınır. Kök 2-nin kvadratı eləyəcək 2. Deməli, məxrəc əslində bərabər imiş 3-ə. İndi gəlin keçək surətə. Burada x-i çıxarsaq bayrağa alınacaq. X vurulsun x kvadrat, çıxılsın 2x, üstə gəl 1 və mən çıxılsın 2x yazdım, çünki bir dənə x-i də qırağa atıram, x kimi yazıram. Niyə? Çünki mən bunu bilirəm ki, bayaqları nəyə bərabər idi? X çıx 1-in kvadratına 2-yə. Deməli, ifadə dönüşdü. X vurulsun 2 çıxılsın x, çıxılsın 2-yə. Və bu da bərabər nəyə? 2x çıx x kvadrat çıxılsın 2-yə. Əgər mənfi 1-i çölə çıxartsanız, görəsiniz ki, bu ifadə bərabərdir x kvadrat, yenə çıxılsın 2x, üstə gəl 2 yerinə üstə gəl 1 və üstə gəl 1 yazıram. Və bu da yenə bərabər oldu x çıx 1-in kvadratına, yenə 2-yə bərabərdir, 2 üstə gəl 1 eləyir mənfi 3. Mənfi 3 bizim surətin qiyməti imiş. Surət mənfi 3, məxrəc 3, deməli mənfi 3-ü 3-ə böləndə neçə alındı? Mənfi 1. Axtardığımız cavab mənfi 1 B variantıdır. Keçək növbəti suala. Fərqlilik olsun deyə bir bərabərsizlik sualı, bir minimum maksimum tapma sualı götürdüm. Çünki bizim olimpiadalarda da bir ifadənin minimum maksimum qiymətini soruşan suallar düşür. Bu suallar eləmənin 2 növü var. Biz bu günləri ikinci növdən, yəni IMCM-lə eləməyə çalışacağıq. Yəni ədədi orta, həndəsi orta ilə. AB müsbət həqiqi ədədlərdir. İsbat edin ki, bu ifadənin minimum qiyməti neçədir və s.
Mən bu ifadənin minimum qiyməti tapacağam və əminliklə deyəcəm ki, həqiqətən bu ən kiçik qiymətdir və bərabərlik halında göstərəcəm. Amma birinci intuisiya hardan gəlir ondan danışaq. Böyük ehtimal ədədi orta həndəsi ortadır. Niyə? Buna tətbiq eləsəm, burada A alınacaq, A vurulsun nəsə, buradan nəsə B vurulsun nəsə. Buradan da bunlara ədədi orta həndəsi orta eləsəm, yəqin ki A kvadrat B kvadrat alınacaq. Və bunlar hamısı ixtisar gedəcək nə ilə? Məxrəclə. Onu gəlin tətbiq edək. Yəni bu fikir məşhur fikirdir, gəlin tətbiq edək. Mənim ağlıma gəlir elə birinci gəlin bundan qurtulaq. A üstü 4 üstü gəl 9B üstü 4 nədən böyük bərabərdir? 2 vurulsun. Bunun kökaltısından nə çıxacaq? 3 vurulsun A kvadrat B kvadratdan. Yəni A üstü 4 9B üstü 4'ü vururam. Kök altına alıram. Və ədədlərin sayı neçədir? 2'dir. 2'yə vururam. Bunların hasili kök altından 3A kvadrat B kvadrat kimi çıxır. Ədədi orta həndəsi ortadan. Tamam. A kvadrat B kvadratı aldım. Gəlin bundan A almağa çalışaq. Elə bu ədədə birbaşa IMCM tətbiq eləyəndə ədədi orta həndəsi ortadan alınır. 2 kök altda 3 vurulsun A alınır. İndi mənə lazımdır buradan bir dənə B alım. Ağlınıza ilk gələ bilər ki, B kubundan 2'ni ədədi orta həndəsi orta eləyim. Buradan 2 kök altda 2 B kök B qalacaq. Axı mənə B kök B lazım deyil. Artıq B-yə ehtiyacım yoxdur. Ona görə də mən bu ifadəni yazıram 3 dənə ədəd kimi B kub plus 1 plus 1. Və bu ifadəyə IMCM, yəni ədədi orta həndəsi orta tətbiq eləsəm, bu ifadə 3B-dən böyük olacaq. Və bu mənim axtardığım formadır. Biri böyükdür 2 kök 3A, biri 3B, biri də 2 vur 3A kvadrat B kvadrat. Deməli, soldakı ifadə böyük bərabərdir. 2 kök 3 vurulsun 3, vurulsun 2 vur 3 6, A vur B vur A kvadrat vur B kvadrat eləyir A kub B kub. Bölünsün A kub və B kub. Bu ifadə də bərabər nəyə? 2 vur 3 vur 6 elədi 36 kök 3 bizim minimum qiymət. Bəs yaxşı, bu minimum qiymətin ödəyib ödəmədiyini hardan bilə bilərik? Bərabərlik hallarına baxmaqla. Bunun bərabərlik halı A kvadrat bərabərdir 3 olanda ödənir. Bunun bərabərlik halı B kub 1'ə bərabər olduqda ödənir və yaxud da B 1'ə bərabər olduqda ödənir. Gəlin görək bu iki ədəd burada da şərt ödəyirmi? Həqiqətən bu bərabərlik halına vaxt ödənir. A üstü 4 bərabərdir 9B üstü 4 olduqda. B'nin bir yerinə 1 qoyanda bunu ödəyir. Bura 9 olur. A kvadratın yerinə 3 qoyanda bura 9 olur. Deməli bərabərlik halımız da ödənir. A kök 3 olanda B bərabərdir 1 olduqda. Siz bu arada əgər tam ədədlər yoxlasanız birdən bir günləri, yadınızda qalsın ki, tam ədədlər yoxlamaq, məsələn, bu sualda sizə düzgün cavabı verməyəcəkdir. Çünki bərabərlik halı A kök 3'dəymiş. Yəni bunu təxmin eləmək də olmaz. Məsələni həll eləmənin yeganə yolu bu cür ədədi orta həndəsi orta tətbiq eləmək idi. Bu da yaxşı bir cəbir sualı idi. Final üçün də uyğundur. Yəni zəif final səviyyəsində. Amma yarı finallarda da tətbiq oluna bilər. Gəlin keçək son kateqoriyaya, yəni kombinatorika məsələlərinin izahlarına. 8 dənə fərqli top veribdir. Hər birinin boyu fərqli boydadır. Rəngləri qırmızı, ağ, mavidir. Ən az bir dənə qırmızı və ən az bir dənə ağ top olmaq şəklində bu toplar neçə fərqli şəkildə rənglənə bilər? Əslində bu sualda qırmızı, mavi, ağ söhbəti çox da maraqlı deyil. Bir sırada düzülüb ədədlər, 8 dənə ədəd verilib təsəvvür edin. Deyək ki, bu ədədlər qırmızı, ağ, mavi yerinə 0, 1, 2 ola bilər. 0, 1, 2. Və bir dənə qırmızı və ən az bir dənə də ağ top olmalıdır. Deyək ki, bir dənə sıfırımız olmalıdır bir ədədin içində. Bir dənə də birimiz olmalıdır 100%. Ədəd sıfırla da başlaya bilər. Yəni istədiyimiz rəngə boyaya bilirik. Bizdən soruşur ki, bu şərti ödəyən neçə fərqli hal var? Yəni mən dediyim kimi, deyək A1, A2, A8-ə qədər ədədlər verilibdir sırayla. Neçə fərqli qiymət ala bilər bu A1, A2, A8? Hansı ki, ən az içində bir dənə 0 olsun və içində ən az bir dənə 1 olsun. Mən bunu ümumi çıx pisindən eləyəcəm. Mən buna ümumi çıx pis düsturu deyirəm. Yəni, bütün halların sayından şərti ödəməyən pis halları çıxmaqla cavabı tapacam. Ümumi halların sayı nədir? İstənilən top 3 dənə qiymətə rənglənə bilər. Yəni, ya 0'dır, ya 1'dir, ya 2'dir. 8 dənə top varsa 308 ümumi hal var.
Tamam. Bəs pis hallar kimdir? Məsələ deyir ki, ən az bir top qırmızı burada və ya yox və yazılıbdır. Yəni hər iki şərtin ikisi də ödənməlidir. Ən az bir dənə də beyaz top olmalıdır. Yəni ən az bir dənə 0 olmalıdır, ən az bir dənə 1 olmalıdır. Onda pis hal nəyə deyilir? Heç bir 0 olmadığı hal, əgər heç bir 0 yoxdursa, istənilən qiymət 2 hal ola bilər. 8 dənə top isə 2 üstü 8 qiymət ala bilər. Əgər deyək heç bir 1 yoxdursa, yenə eyni məntiqlə 2 üstü 8 dənə pis hal var. Bir də bunların kəsişdiyi hal var. Bir dənə hal var ki, nə pis top 0 olmadığı hal var, nə 1 olmadığı hal var. Həmin hal nədir? Bütün topların mavi olduğu hallar. Yəni 2 olduğu hallar. Biz bu halı 2 dəfə hesablamışıq. Fikir verin, heç bir topun 0 olmadığı hal, yəni heç bir rəqəmin 0 olmadığı halların arasında bütün topların 2 olduğu hal var. Heç bir topun 1 olmadığı hallar arasında bir dənə hal var ki, bütün toplar 2-dir. Yəni 0 olmaya da bilər. Həmin halı 2 dəfə hesablamışıq, burada çıxmışıq. Üstünə bir gələrək onu bərpa edirik. Biz bununla da cavabı tapmış oluruq. Cavab 6050 alınır. 6050 bizim axtardığımız cavab D variantıdır. Maraqlı bir kombinatorika məsələsi idi. Çox sadə idi, amma hesablamaq üçün istifadə olunur. Keçək növbəti sualımıza. Çox maraqlı sual tipidir. Yarıfinallarda çox rastlaşmayacağımız bir oyun məsələsidir. Heç bizim Respublika Fənn Olimpiadalarında mən oyun məsələləri ilə çox daha rastlaşmamışam. Amma keçən illər bir dənə düşmüşdü. Sualın tərcüməsini oxuya da bilərsiniz, amma mən sizə açıq şəkildə izah edə bilərəm. 2 dənə qutu var, 2 torba var. Birində məsələn X, birində Y dənə top var. Deyir, istənilən bir həmlədə, məsələn 2 dənə oyunçu var. Onların həmləsi bu cür ola bilər. Ya hər topdan, hər torbadan bir dənə bilye götürürlər, bir dənə daş götürürlər, Y çıx 1. Verirlər rəqibə, rəqib həmləsini eləyir. Ya bir dənə torbadan bir daş götürürlər, ya X çıx 1 Y qalır, ya da ikinci torbadan götürürlər, fərqi yoxdur. Ürəyi istəyəndən götürə bilər. Hər hansısa bir sırada insan. Ya da üçüncü həmlə deyir ki, istədiyi bir öbəkdən bir bilye alıyor ya da istədiyi bir öbəkdən digər öbəyə bir bilye aktarıyor. Yəni bir dənə torbadan bir dənə daş götürüb o birini ata bilər. Yəni X plus 1, Y minus 1 ola bilər. Ya da X minus 1, Y plus 1 ola bilər. Yəni bir dənə XY halından bu üç hala keçmək mümkündür. Hərəsindən bir dənə götürmək olar, birindən bir dənə götürmək olar, birindən birini götürüb digərini atmaq olar. Deyir məsələnin başında torbalardakı rəqəmlər bunlardır. 1, 2, 3, bu 4, 5 dənə hal var. Deyir bu 5 halda oyuna başlayan adam garanti olaraq neçə dənə halı uda bilər. Yəni bu oyunu udmaq da nədir? Oyunun sonuna çatanda heç bir bu 3 həmlənin heç birini eləyə bilməyən adam uduzur. Və 3 həmlənin heç birini eləyə bilməyən adam o deməkdir ki 0-0 halındadır. Yəni 0-0-a düşən uduzur. 0-1-1-0 bunları eləmək mümkündür. Deyir, bu oyunu birinci başlayan necə uda bilər? Tamam, çox maraqlı məsələdir. Taktikanı tapmazdan qabaq məsələni udma hallarına baxaq, udma və uduzma hallarına baxaq görək kim nə vaxt udur, nə vaxt uduzur. 0-0 halında olan adam uduzur. Tamam. İndi gəlin bir dənə həmlə artıraq. 0-1. 0-1 və yaxud da 1-0 halında olan adam udur. Niyə? Torbadan bir dənə daşı götürür və bu halı çöndürür nəyə? 0-0 halına. Bu topu götürərək. 1-1 halındakı adam da udur. Səbəbi nədir? 2 topun ikisini də götürür, 0-0-a düşür, udur. Yəni udan adam uduzma halına düşə bilirsə bir həmlədə, həmin adam udur. Bəs 0-2 halınca budur. 0-2-də olan adam bu 0-0 halına düşə bilmir. Yəni uduzma halına düşə bilsəydi udardı. Bəs bunun elə biləcəyi həmlələr nədir? Ya 1-1-ə düşür. Yəni bir topu bu birinə ataraq, ya da bir dənə top bundan götürür, 1-0-a düşür. Və bu adamın uduma variantlarından başqa varianta gəlmədiyi halda biz deyirik ki, bu adam uduzur. Niyə? Çünki bu həmlələrdən hansını eləyir eləsin, ya buna gəlsə də, buna gəlsə də bu adam udacaq. Yəni 0-2 ilə başlayan adam gəlir buna,
və bu sırada olan adam udacaq. Yəni ikinci adam udur və yaxud da biz buna deyirik ki, birinci adam uduzur. Çox maraqlıdır. Gəlin bir dənə hal gedək, fikir daha da yaxşı izah olunsun. Məsələn, 1-2 halı. Görək 1-2 halında olan adam uduzma halına düşə bilirmi? Bəli. 1-2-dən düşür adam 0-2-yə və udur. Amma 2-2 uda bilmir. Gəlin 2-2-nin udmadığını göstərim. 2-2-də olan adam hansı uduzma halına düşə bilir? Bu udma halıdır, bu udurdu. 0-2-yə düşə bilmir, nə də 0-0-a düşə bilmir. Onda bu hallardan əlavə bir dənə də hal var. Bir topu o birindən atarıq. Yəni 2-2-dən 1-3-ə qalxarıq. Əgər 1-3-ə qalxsa bu adam, biz bilirik ki, məsələn bu ikinci adamdır, ikinci adam. İkinci adamın taktikası nədir? Bu adam uduzma halına getməlidir. 1-3-dən də 0-2-yə düşmək mümkündür. Hər torbadan bir dənə top çəkməklə. Yəni uduzma halına düşmək mümkündür. Deməli bu adam uda bilər. Yəni bunun udma strategiyası var. Onda buradan nə nəticə çıxır? Bu nəticə çıxır ki, 2-2-də uduzma halıdır. Tamam. Əlimizdə müəyyən ədədlər var. Udma və uduzma hallarını gördük. İndi buradan strategiyanı tapırıq ki, görək hansı hallarda şərt ödənir. Yəni biz burada 19, 20, 30 hallarına baxa bilmərik. Xüsusi bir qayda var. 0-0 necə ədədlərdir? Cüt və cüt. Cüt və cütlüs uduzur. Bu necə ədəddir? Cüt və tək ədəd, amma udur. Bu necə ədəddir? Tək və tək ədəd, yenə udur. 0-2 necə ədəddir? Cüt və cüt, uduzdu. 2 və 2 necə ədəddir? Cüt və cüt, uduzdu. Amma 1-2 necə ədəddir? Tək və cüt, uddu. Deməli, buradan nə nəticə çıxır? Tək-tək, cüt-tək və yaxud da tək-cüt olan halların hamısı udur. Yəni, bir dənə tək ədəd varsa, yəni tək-tək və cüt-tək halı udur. Amma bunlar udur. Cüt-cüt uduzur. Biz buradan bu nəticəyə gələ bilərik. Amma yenə də əmin olmaya bilərsiniz. Nə biləsiniz? Bəlkə 40-dan 50-yə düşəndə, 40-dan 50-yə qalxan, 50-dən 40-a düşəndə falan bəlkə hansısa bir yerdə hal itirilir. Necə əmin ola bilərik? Biz bayaqlar dediyimiz qayda ilə udma halını bildik. Udma halında olan adam nə etməlidir? Uduzma halına düşməlidir, məsələn, bitirsin. Tək-təkdə olan adam düşə bilir cüt-cütə, uda bilir. Çünki hər torbadan bir dənə top çəkir. Cüt-təkdə olan adam da cüt-cütə düşüb uda bilir. Çünki təkdən bir dənəsini çəkir, olur cüt. Və tək ədəddə nədir? 0-dan 1-dən böyük bərabərdir. Yəni təkdən bir dənəsini çəkmək mümkündür. Amma cüt-cütdə olan adam udmur. Çünki məcburdur ki, uduzma halına düşsün. Bir cüt-cüt halından digər cüt-cüt halına düşmək mümkün deyil. Ondan əlavə bu həmlələr hansı həmlələrdir? Ya düşəcək, cütdən birini götürüb o birini atacaq, tək-tək halına düşəcək. Ya da cüt torbalardan birindən bir top götürəcək, o halda nədir? Tək və cüt halına düşməkdir. Yəni, nə həmlə eləyir eləsin, bu adamın torbalarından biri tək ədəd olacaq. Tək ədəd olan halda da bu adam, yəni təkdə olan adam udacaq. Və bunu induksiya ilə də isbat edə bilərsiniz ki, cüt-cüt uduzur, cüt-tək udur, tək-tək udur. Deməli, biz burada tək olan hallara baxacağıq ki, qazanmayı qarantiləyə bilsin. Tək olan hallar 1, 2, 3, burada ikisi də cütdür, ödəmir, 4. Deməli, 4 dənə halda bizim birinci oyuncumuz udacaq. Maraqlı bir oyunlar nəzəriyyəsi sualı idi. Bu da bunun həlli. Keçək növbəti sualımıza. Bir lövhədə 1-dən 2025-ə qədər ədədlər yazılıbdır. Və hər gedişdə 2 dənə ədəd seçilirlər, onların cəmini yazırlar lövhəyə. Gözəl. Deyir, bu n dənə həmlədən sonra lövhədə bir dənə də olsun 2025 qalmamalıdır. Yəni 2 dənə də olsa, 3 dənə də olsa fərqi yoxdur. Lövhədə 2025 qalmamalıdır. Ən az neçə dənə həmlə eləməliyik? Bu arada 2025 qalmamaqdan əlavə cəmləri də 2025 olmamalıdır. Yəni heç bir ədədlərin cəmi 2025 olmamalıdır. Cəmi 2025 olan ədədlər qalmasın. Yəni bir dənə də 2025 qala bilməz. 2 dənə cəm də 2025 ola bilməz. 3 dənə ədədin cəmi də 2025 ola bilməz və s. Bu şərtdə deyən ən kiçik n-in ala biləcəyi qiyməti tapın. Mən bu məsələni həll etmək üçün
təxmini bir göyərçin yuvası eləmişəm. Necə? Cəmi 2025 olan ədədləri 2-2 qruplaşdırmışam. 1, 2024, 2, 2023, belə gedir, 1012, 1013-ə qədər. Tamam. Və bir dənə də 2025-imiz var. Tək başına qalıbdı, yeniyək. Biz bilirik ki, buradakı cütlükləri pozmalıyıq. Məsələn, bu ədədlərdən birindən qurtulsam, məsələ korlanır. Məsələn, 2024-dən qurtulsam və yaxud da 1-dən qurtulsam, məsələn, 1-i 2 ilə cütləşdirsəm, 3 olacaq. 2024 artıq nəyin üstünə gəlirsən gəl, 2025 eləyə bilməz. Çünki 1-dən qurtulmuşuq. Amma, məsələn, 1 ilə 2-ni birlikdə götürsək, cəmləsək, biz 2 dənə halı ləğv eləmiş oluruq. Nə ortada 2 qalmayacaq, nə ortada 1 qalmayacaq. Bir həmlədə 2 dənə ədədi ləğv eləmiş oluruq. Bu mümkündür. Bu məsələni həll etmək üçün bu mümkündür. Yəni 1 ilə 2-ni götürərik. Prosta 1 ilə 2-ni götürmək yaxşı strategiya deyil. Çünki 1 ilə 2-nin cəmi 3-dür. Artıq 3 ilə 2022 halının 2 dənə çıxdı. Çünki əlimizdə 2 dənə 3 var və bu 3-ün ikisindən də qurtulmalıyıq. Məsələn, biz 3 ilə 4-ü toplasaq burada, 3-ün birindən qurtuluruq. Amma yeni bir dənə 3 yaratdıq. Bu bizə problem yaradır. Çünki 3 ilə 2022-nin cəmi 2025 eləyir. Deməli, biz başqa şəkildə qruplaşdırmalıyıq ki, ədədləri. Onları toplamalıyıq ki, gələcəkdə 2025 yarada bilməsin. O taktikanı da mən bu cür elədim. 2024 ilə 2-ni qruplaşdıraram. 2023 ilə 3-ü qruplaşdıraram. Burada da axırda gəlib çıxacaq 1014 ilə də 1012-ni qruplaşdıraram, toplayaram. Səbəbi nədir? Çünki bunları qruplaşdırsam alınacaq 2026, 2026. Bunlar 2025 yaratmaqda heç bir fayda vermir. Üstə gəlinsin. Bir dənə də əlimizdə 1 qalıbdır, bir dənə də 2025 qalıb. Onları da qruplaşdırıb 2026 eləyə bilərəm. Məsələ bitər. Bəs məsələ niyə bitir? Bütün ədədləri topladım. Əlimdə 2026-dır. Ancaq 2026-lar alınır. Bütün ədədləri toplayanda 2026-lar alınır. Bir dənə də 1013 qalacaq. O 1013 onsuz da heç bir işə yaramır. Çünki ədədlərin hamısı 2026-dır. Bəs cavab niyə ən az bu qədərdir? Çünki əgər mən daha az həmlə eləsəm, hər hansısa bir dənə çoxluq qalacaq və yaxud da 2 dənə çoxluq qalacaq ki, bunlardan. O 2 dənəsinin cəmi nə olacaq? Ya bu qalacaq, ya nə bilim bu qalacaq. Bu çoxluqlardan 2 dənəsi qalan kimi avtomatik həmin 2 ədədin cəmi olacaq nə? 2025. Və mən bir həmlədə ən çox 2 dənə çoxluğu problemini eləyə bilirəm. Yəni 2024 bundan bir dənə ədəd götürüb. Bundan bir dənə ədəd götürəndə bu çoxluq və bu çoxluq ləğv olur. Yəni bunların heç cürə cəmi 2025 eləyə bilmir artıq gələcəkdə. Ona görə bir həmlədə 2 çoxluğu rədd edə bilirəm. Və mənim əlimdə 2 dənə çoxluq var. 1-dən 1012-yə qədər 1012 dənə çoxluğumuz var. Deməli 1012 çoxluğun hər birini bir həmlədə 2 çoxluq ləğv eləməklə 506 dənə hərəkətlə ləğv eləyə bilirik. Və əminik ki, heç bir 2025 yaratmır. Əlimizdə bir dənə 1 qalır və 2025 qalır. Bu 2025-dən də qurtulmalıyıq axı. Elə bu 1-lə də 2025 toplayıb bir dənə də əlavə həmlə eləyirik. 507 həmlədə biz bütün ədədlərdən qurtulmuş oluruq. Cavabımız C variantı. Bu da maraqlı bir kombinatorika məsələsi. Keçək növbəti suala. Bayağı vaxt aparıcı suallardan biri idi mənim üçün. 4-ün 4-ə bir dənə kvadrat verib, 1-in 1-ə kvadratlara bölünübdür. Deyir ki, bu 4-ün 4-ə kvadratın istənilən 2-in 2-yə xanasında, kvadratında həmişə bir-birinə bərabər olan 2 dənə ədəd var. Yəni, necə doldursan doldur, elə olmalıdır ki, hər bir xanada 2 dənə ədəd olacaq ki, 2-in 2-yə xanada 2 ədəd olacaq ki, bir-birlərinə bərabərdir. Bu ola bilər bu şəkildə, yəni burada da ola bilər. Məsələn, 2, 2, 1, 3 ola bilər. Baxın, bu kvadrat həll olur. Sonra 2, 2, 1, 3 ola bilər. 2, 2, 1, 3 ola bilər. Və yaxud da 2, 2, 1, 3 və s. Yəni, bu 2-in 2-yə xanada 2 dənə ədəd eyni olmalıdır. Bütün 2-in 2-yə xanalar üçün. Bu 4-ün 4-ə kvadratda. Deyir, buna görə bu taxtada ən çox neçə dənə fərqli ədəd yaza bilərik. Mənim taktikam, ilk taktikam, konstruksiya sualım belə olmuşdu. Bunlara 1 yazaram. 1, 1, 1, 1, 1.
1 və 1. 8 dənə 1 yazmaqla bütün problemləri həll edirəm. İstənilən 2-ni 2-yə xanada 2 dənə eyni ədəd var. Problem yoxdur. 8 dənə xananı doldurdum. Qalan 8 xanaya istənilən ədədi yaza bilirəm. Hamısına fərqli ədəd yazanda 8 dənə o rəqəm, bir dənə də 1, 9 dənə ədəd yazmağı tapmışdım. Amma nə qədər axtardım, onun doğru olub olmadığını isbat eləyə bilmədim. Deməli, burada şübhələndim ki, cavab bəlkə də 9 deyil. Daha yaxşı konfigurasiya var. Və çox axtarandan sonra yaxşı konfigurasiyanın olduğunu da tapmaq mümkündür. Çünki 9 çox zəif bir haldır. İndi mən sizə daha böyük bir hal üçün konfigurasiyanı göstərirəm. 1, 2, 3, 4'ü yazırıq. Və təsəvvür edin ki, bura 5, 5, 5, 5 yazanda mən görün neçə dənə kvadratı həll eləmiş olam. Bunları həll eləmiş olam. Bunları və bunların hamısını həll eləmiş olam. Artıq bunlarda problem yoxdur. Həll olmuş olurlar. Deməli, mən bura istədiyim ədədləri yaza bilirəm. 6, 7, 8, 9. Fikir verin, mən bu halından 9 almışdım. Amma bu 3 dənə sətrə ədədlər yazmaqla 9'u tapmaq mümkündür. İndi bir dənə sual qalır. Bu 4-cü sətrə ən az neçə dənə ədəd yazsam, konfigurasiya tamamlanır. Mənim bu kvadratım var. Bir də bu kvadratım var, həll olmalıdır. Onda bura 7, bura 8 yazsam, bu kvadrat da həll olur. Bu kvadrat da həll olur. Bu onsuz da hazırdır. Buralara da 10, 11 yazıram. Deməli, 11 dənə fərqli ədəd işlətmək olur. 11 fərqli ədəd. Və 11 mənim üçün kifayətdir. Deyə bilərəm ki, 11 ödəyir. Daha böyüyün olmadığını isbat eləyə bilərsiniz və yaxud da şansınıza güvənirsinizsə cavabı 11 yazıb keçə bilərsiniz. 12 niyə olmur? 12 olmaz. Əgər cavab 12 olsaydı, məsələn, bölürəm 4 dənə yerə. 4 dənə yerə. Baxın, bu 4'ün kvadratı var, bu 4'lük kvadrat var, bu 4'lük kvadrat var, bu 4'lük kvadrat var. Hər 4'ün 4'ə kvadratda, bu 4'ün 4'ündə də, hərəsində 3 dənə fərqli ədəd ola bilər, ən çox. Niyə? Çünki 4'ü də fərqli olsa nə olur? 4'ü də fərqli olsa şərt ödənmir. Deməli, 3 dənə fərqli ədəd ola bilər hər birində, hətta olmalıdır. Çünki 3 dənə fərqli ədəd buradan, 3'ü buradan, 3'ü buradan, 3'ü buradan gəlməlidir ki, bunların cəmi nə olsun? 12 dənə ədəd olsun. Bəs 12 dənə ədəd olanda problem nədir? Bu ədədlər hamısı fərqlidir, bu ədədlər hamısı fərqlidir, bu ədədlər hamısı fərqlidir, yəni bir-birlərindən. Bu ədədlər hamısı fərqlidir bir-birlərindən. Heç biri eyni deyil. Eyni olsa cavab 12 olmazdı. Problem ortadakı xanadadır. Baxın, bu ortadakı xanaya A, B, C, D yazsaq, biz dedik ki, buradakı ədədlərin heç biri, buradakı ədədlərin heç biri, buradakıların heç biri bir-birlərindən kəsişmir. Yəni, eyni deyirlər. Əgər eyni deyirlərsə, onda A, B, C, D hamısı bir-birindən fərqlidir. A, B-dən, C, D-dən və s. Deməli, 4 ədədin 4'ü də bir-birindən fərqlidir. Bu bir nədir? Ziddiyyət. Bu bir ziddiyyət olduğu üçün 12 şərti ödəmir. Bayaq mən 10 üçün vuruşduğum taktika çox zəif hal idi deyə ödənmirdi. Amma 12 üçün isə ispat eləmək çox asandır. Hər 2'ni 2'yə kvadratda, burada. Ədədlər hamısı fərqli olur və 3 dənə fərqli ədəd seçilməlidir. Maksimum dərəcədə. Seçilməyə də bilərdi. Məsələn, bunun kimi. 2 dənə eyni ədədimiz var 4 xanada. Amma 12 halında məcburdur ki, bu hal ödənsin. Bu hal ödənəndə də ortadakı 4 dənə ədəd bir-birindən fərqli olur. Bu da bir ziddiyyətdir. Cavab ən çox 11 ola bilir. Keçək növbəti və son sualımıza, məncə ən fikrimcə ən çətin sualımıza. 33 şagird bir dənə şahmat turnirinə gedir. Hər şagird, 2 şagird arasında da bir dənə oyun oynayırlar. Deyir, hər oyundan sonra udan bir xal, uduzan 0, bərabərə qalan 2'də 1 xal alır. Deyir, tam 7 xal alan ən çox neçə dənə şagird ola bilər? Bu məsələni tapmaq üçün çox fikirlər ortaya qoydum. Əslində, son nəticədə cavabı tapdım. Fikirləşdim ki, məsələn, variantları yoxlayıram. Məsələn, 14 dənə adam götürüm. Bu 14 adam, deyək ki, 7 adamı həmişə utsun. 7 dənə qıraqdan adam götürək. Bu 7 adamın 7'sinin hamısı bu 14 adama uduzsun. Deməli, bunların neçə xal olacaq? 7 xalı. Sonra problem yarandı.
Problem yarandı ki, axı bu 14 adam öz aralarında da oynamalıdır. Öz aralarında oynayanda, kimsə udanda və yaxud kimsə uduzanda xal 7-dən artıq olacaq. Deməli, bu konstruksiya yaxşı deyil. 14 dənə adam seçim, başqaları ilə uduzsun, gəlsin öz aralarında udsun, xalları artsın. Bu yaxşı deyil. Ona görə də biraz fikirləşdikdən sonra konstruksiya belə tapmaq mümkündür. 14 yox, 15 adam olsun və ancaq öz aralarında oynasın. Öz aralarında oynasın. Məsələn, bir dənə adam götürsək, qalan 14 nəfərin 14-ü ilə də oynamalıdır. Niyə 15 götürdüm? Çünki 14 adamın 14-ü ilə oynasın və hər biri ilə bərabərə qalsın. Bərabərə. Çünki əgər bir adam digər 14-ü ilə də oynayırsa, hamısında bərabərə qalırsa, 7 xal olacaq. Qalan adamların hamısını uduzur. Məsələn, 15 adam buradadır. 18 dənə adam qıraqda götürsəm, bu 18 adam buradakı 15 adamın hamısını udmalıdır. Ki bunların xalı artmasın və bunların xalı da həmişə 7-də qalacaq. Yəni bu qəşəng bir konstruksiyadır ki, 15 üçün şərti ödəyir. Yəni 15 dənə adam tapa bilərəm ki, onlar aralarında bərabərə qala-qala və qalan adamları uduza 7 xalda saxlaya bilərlər özlərini. Bəs sual, nə bilirik ki 16 üçün konstruksiya yoxdur? Bu sualın cavabını tapmaq, bəli, ən çətin hissəsi oradır. Yəni, nə bilirik 16 yoxdur. Bunu tapmaq biraz uzun vaxt alır, amma intuisiya hara gəlir çıxır. Biz bayaqlar konstruksiyanı quranda nəyə fikir verdik? İnsanlar ancaq öz aralarında oynayanda problem yaranır. Yəni, başqasının udanda, öz aralarında udanda xal artır və 7-dən çox olur. İndi sual, görən bu öz aralarında nə baş verir? Məsələ ilə bura toxunaraq məsələni tapmaq olar. Deməli, gəlin cavab deyək, X adamdır. X adam 7 xal toplayıb. Tamam. X adam 7 xal toplayıb, gəlin elə öz aralarında oyun oynayaq. X adam öz aralarında oyun oynasa neçə oyun baş verə bilər? Hər X adamdan ikisi oyun oynayır. Deməli, X-in ikilisi neçə edir? Hər neçədən oyun baş verəcək? X-in ikilisi. İstənilən 2 adamı seçirik. Alınır X vurulsun. X plus 1 bölü 2. Deməli, X vur X plus 1 bölü 2 oyun olacaq. Və bir oyunda qazanılan xal nə qədərdir uşaqlar? Cəmsi 1-dir. Çünki bir adam uduzsa, biri utsa, birinə 0, birinə 1 gələcək. Cəmi 1 edir. Əgər bunlar bərabərə qalsa, 1 bölü 2 ilə 1 bölü 2-nin cəmi də 1 edir. Deməli, X dənə adam öz aralarında oynasa, ən çox bu qədər xal qazanıla bilir. Daha sonra ancaq bu qədər xal qazanıla bilir. Biz demişdik ki, bu X adamın hər birinin neçə xalı var? 7X xalı var. Onda bu ifadə 7X-dan kiçik bərabərdir. Çünki bunların xalı 7X-də hətta bərabər olmalıdır, amma yox, kiçik bərabərdir. Ən çox 7X ola bilər. Bu arada 7X çox böyük ədəddə ola bilərdi. X balaca ədəddə ola bilər. Problem deyil. Çünki ola bilsin ki, bu X adam gələcəkdə digər 18-lik, 16-lıq digər adamlardan da xal qazanır. Amma niyə kiçik bərabərdir 7X? Çünki mən 7X onların hər birinin aldığı xaldır. Yəni, hər bir adam 7 xal alıb, X dənə adam 7X xal alıb, bunu deyirəm. Və bu tənliyi həll eləsəm, X vur X plus 1 kiçik bərabərdir 14X. Daha sonra mən burada səhv eləmişəm. X plus 1 yox, X minus 1 olmalıdır. Buradan da X minus 1 alınacaq. X vur X minus 1 14X-dan kiçikdir. X-lar ixtisar olunur. X kiçik bərabərdir 15 tapılır. Bu nə deməkdir? Deməli, 7 xal alan insanların sayı ən çox 15 ola bilər. Niyə görə? Çünki ancaq öz aralarında oynayıb həmin 7 xalı bərpa edirlər. Qıraqdan xal qazana bilirlər. X 16 olsa, bu bərabərsizlik ödənməyəcək. Yəni, bu ədəd çox olacaq. Amma onların xallarının cəmi 7 olmayacaq. Yəni, hamısının 7 xalı olmayacaq, daha artıq xalları olacaq. Bu da bir ziddiyyətdir. Deməli, X-in alabiləcəyi ən böyük qiymət 15-dir. 15 üçün də konfigurasiyanı tapdıq. Daha böyüyü ola bilməz bu bərabərsizliyə görə. Cavabımız B variantı. Məsələ burada bitir. Fikrimcə suallar gözəl suallar idi. Yarı final səviyyəsinə uyğun səviyyədədir. Hətta bir neçə sualdakı taktikalar sizə final turlarında da sual həll etməkdə kömək edə bilər. Ona görə də mən çalışacağam
bu tip videoları davamlı şəkildə paylaşım. Bu bizim ortaokul matematiki idi, yəni aşağı yaş qrupu üçün. Yaxın müddətdə yuxarı yaş qrupu üçün də bu cür sualları seçib qoymağa çalışacağam. Əgər sizin də tövsiyələriniz varsa, yəni daha fərqli şəkildə bir sistem eləyək, yəni deyim, sualların sayı sizcə normaldır, azdır, çoxdursa, bunu siz də kommentariyada bildirə bilərsiniz. Yəni ona görə mümkün qədər ideal və yararlı videolar çəkməyə çalışaram mən də. Oldu. Çox sağ olun. Qulaq asdığınıza görə bura qədər. Təşəkkürlər. Gələn videolarda görüşərik.